Bəli, bəli. Super. Videonun Bəli. səsi gəlmir yazmışsınız. Bəli, düzəldə bilmədim onu. Çox təəssüf ki, səssiz izləmiş oldunuz. Son iki videonun da piknik videosu gördünüz. Bəli, biraz istirahət etməyə, əylənməyə xoşlayırıq. Okey, yoldaşlar, başlaya bilərik yavaşdan. Mən əslində bir 2-3 dəqiqə gözləməyə çalışdım ki, qoşulmayan şəxslər də qoşulsun. 72 nəfərik, məncə başlaya bilərik. Əvvəlcə dəyərli həmkarlar, hər birinizi salamlayıram. Dəyərli həmkarlar, həm ümumiyyətlə aramızda bu sahəyə yeni başlamaq, sıfırdan başlamaq istəyən şəxslər də var. Hər birinizi salamlayıram, xoş gördük. Təşəkkürlər əvvəlcə, dəyərli vaxtınızı ayırıb ümumiyyətlə bugün bu webinara qoşulduğunuz üçün. Mən Coşqun Əmzəyev HR Option şirkətinin rəhbəriyəm, həmçinin bu Recruit 361 proqramının həm təsisçisiyəm. Təbii ki, ümumiyyətlə bu proqramın ərsəyə gəlməsində bizim dəyərli təlimçilərimizin, dəyərli komandamızın da heç şübhəsiz töhfəsi olub ki, biz bərabər bu proqramı yaratmışıq. Bugün 1 saat yarım biz sizdən birlikdə olacağıq. Birinci mən indi açılış danışıqını eləyəcəm. Daha sonra Laybə xanım, sonra Emiliya xanım, sonra da İsmihan bəy öz bu proqram daxilindəki mövzuları ilə bağlı müəyyən. Ümumiyyətlə bu qeyd edəcəyimiz nüanslar əslində daha çox ümumiyyətlə işə qəbulla bağlıdır. Düzdür, biz bunu canlı tanıtım qeyd edərək Recruit 361 ilə danışırıq, amma bu əslində Recruit 361 yox, ümumiyyətlə işə qəbulla bağlıdır. HR-ın işə qəbul qolu nə bilməlidir, nəyə görə bilməlidir, necə tətbiq etməlidir, hansı bilik bacarıqlar onun həqiqətən də bu sahədə mən peşəkaram deməsi üçün vacibdir. Biz daha çox ondan danışacağıq. Laybə xanımla Emiliya xanımla qoşulub, mən birazdan söz verəcəm sizlərə. Bu arada mən qeyd edeyim ki, kimisə sualı olsa biz müzakirə etdiyimiz müddətdə zəhmət olmasa səsləri bir xahiş edəcəm ki, çalışaq ki, səslər açıq olmasın. Hə, təbii ki, sualınız varsa əl qaldıra bilərsiniz. Təlimçilər sualınızı gördükdən sonra, daha sonra sizə söz verdikdə danışmağımız daha yaxşı olar ki, ümumiyyətlə heç kimin vaxtına biz müdaxilə etmiş olmayaq. Amma sualınızı unutmayasınız deyə siz mesaj bölməsində də, sağ tərəfdə komment bölməsində də bunu qeyd edə bilərsiniz, yaza bilərsiniz. Ümumiyyətlə, heç vaxt təlimlərdə, qatıldığım konferansda və ya indi olur bəzən gedirik, bizi dəvət edirlər hansısa seminarlara deyək, kitab dilində, rəsmi ya da nə bilim, bəzəkli sözlərdən istifadə etməyi xoşlamamışam, sevməmişəm. Ona görə lordu dilə çalışacağam, danışım və ümumiyyətlə bu proqram haqqında olsun və ya bu sahə haqqında məlumatları mənim hissəmlə bağlı olan hissələri sizə qeyd edeyim. Təbii ki, mən daha çox ümumiyyətlə bu proqram nədir, nəyə görə ümumiyyətlə belə bir təşəbbüs göstərdiyi, belə deyək, nəyə görə belə bir ehtiyac müəyyənləşdirdiyi o barədə danışacağam. Səmimi olmağa çalışacağım, qısacası bunu deyim. İsmihan bəy, sizə xoş gəldiniz. Belə məlumat vereyim. Ümumiyyətlə, Recruit 361 proqramı nəyə görə aktivləşdi? Nəyə görə işə qəbulda belə bir proqram deməyim. Bu görüş heç nə Recruit 361-in PR-ı deyil, nə bu təlim proqramına qatılan danışığı deyil. Amma bu sahədə həqiqətən də inkişaf etmək istəyir, bu sahədə kim inkişaf etmək istəyir, yəni peşəkar biliklər əldə etmək istəyir. O, necə ki, özümüzün adını, soyadını deməyi heç vaxt müsahibədə bunu deyəndə heyecanlanmırıq ya da 2 vur 2 4-ü bağıra-bağıra biz deyə bilərik. Amma və həmçinin məncə bu sahədə həqiqətən də inkişaf etmək istəyən hər şəxs bu sahədə həqiqətən də peşəkar yenə də bağırmaq istəyir deyə düşünürəm. Əgər həqiqətən də peşəkar olubsa, bunu olması üçün bizə nə lazımdır? Bunu müəyyənləşdirdiyimizi düşünürəm və bunu müəyyənləşdirməyimizə də təbii ki, bizim bir təlim şirkəti olaraq 361, Fatimə xanım 361. Təbii ki, bunu müəyyənləşdirməyimizi əsas bizə dəstək olan heç şübhəsiz 8 illik təlim təcrübəmizdir. 8 ildən əvvəl və hal-hazırda da yenə də əmək bazarında olan digər təlimlərlə bağlı və ya ümumiyyətlə bu sahə ilə bağlı istər təlim keçdikdə, istər bu sahədə olan namizədlərlə müsahibə apardıqda gördüyümüz boşluqlar deməyim əslində, amma müəyyən əksikliklər deyim ki, bizi vadar elədi ki, biz həqiqətən də necəsə elə bir proqram yaradaq ki, kim ki peşəkar olmaq istəyirsə, bəhrələnə bilsin, faydalana bilsin. Ümumiyyətlə, Recruit 361 proqramı, məsələyə bu bir tərəfdən baxsaq, real danışaq da, biz işə qəbulçu olaraq çalışırıq və ya müsahibələri keçiririk. Amma hansı ki, işə qəbulun 65-70% uğurlu olmasının səbəbi şirkət mühitini və şirkət dəyərlərini bilməyimizdir. Ki, mənim dəyərləndirdiyim namizəd, mənim şirkətimə, şirkətin idarə etmə prinsipinə və ya deyək ki, mənim vakansiyanın gəldiyi şöbənin əməkdaşlarına və ya o rəhbərin xarakterinə uyğunluğunu nə qədər qiymətləndirir? Qiymətləndirmirik demək olar ki, ona görə ki, bəlkə də belə bir anlayışda düzdür, aranızda qiymətləndirənlər ola bilər, amma biznesi bilməməyimiz, ümumiyyətlə,
işə qəbul təlimi deyəndə və ya işə qəbulla bağlı fəaliyyətimizə başlayanda biz CV analiz eləmə, vakansiya gəlir, vakansiya tələbinə uyğun namizədlərlə görüşmə prosesini ilk öncə icra edirik. Amma nə qədər uğurlu olur bu? Dediyim kimi, biz daha çox nəyə fokuslanırıq? Səriştəyə fokuslanırıq. Namizədi səriştələrine görə qiymətləndiririk. Amma bilməyənlər üçün qeyd edə bilərəm ki, yəni 65-70% əgər o namizəd uğurlu olacaqsa, şirkətə uyğunluğuna görə uğurlu olacaq daha çox. Uğurlu dediyim, yəni fəaliyyəti davamlı olacaqsa şirkətdə. Daha sonra ümumiyyətlə sizə bunu qeyd edirəm ki, ümumiyyətlə mənim işə qəbulla bağlı yaşadığım ilk belə insight, bu aydınlanma nə vaxt oldu? Baxmayaraq ki, bir il işə qəbulda təcrübəm var idi, amma mən istədiyim ki, işə qəbulda o vaxt uğurlu olmağa başladım ki, mən planlama təliminə qatıldım. Nə əlaqəsi var planlama təliminin? Daha əvvəl nə olurdu? İşə qəbulda çalışırdım. Hansısa şöbədən işçi tələb forması gəldikdə ki, mənə bu səriştələr üzrə namizəd lazım. Mən planlama təliminə qatıldıqdan sonra anladım ki, vəzifə öhdəlikləri var, bu vəzifə öhdəliklərinə görə lazım olan səriştələr var və bu səriştələrin də məsələn səviyyələri var. Burada aranızda bəlkə də işə qəbulda çalışan əməkdaşlar var ki, ümumiyyətlə bu dediyimlə bağlı bəlkə də məlumatı yoxdur. Bu nə deməkdir? Məsələn, bu ilə çox qarşılaşmısınız. Hansısa şöbədən rəhbər ingilis dilisi yaxşı olsun deyəndə mənə, hansı bu planlama biliklərini öyrənənə qədər, mən o yaxşı bilini namizədi test edərək və istində müsahibə götürərək, yəni bu müsahibədən keçə bilmirsə kəsirdim. Amma planlama təlimindən sonra mən aydınlaşdırdım ki, bu səriştənin səviyyəsi deyə bir şey var. Yəni, okey, rəhbər mənə deyir ki, yaxşı ingilis dili olsun. Amma bu yaxşı nə yaxşıdır? Yazmağı mı yaxşı olmalıdır, korporativ yazışması, tərcüməsi mi yaxşı olmalıdır, yoxsa ingilis dilində də onun danışıq qabiliyyəti mi yaxşı olmalıdır? Çox əslində vaxtınızı almaq istəmirəm bu məlumatlardan. Sadəcə biz işə qəbulda icra edirik, amma bizim şirkətin bizə verdiyi səlahiyyətə görə və ya bizim şirkət daxilindəki işə qəbul prosesi necədirsə, biz o açıdan bilirik. Amma həqiqətən işə qəbul dediyimiz budur. Bizim şirkətdə tətbiq etdiyimizdir və ya bizim vəzifə öhdəliklərimizə uyğundur. Deyil. İşə qəbul çox geniş sahədir. Ümumiyyətlə, bu proqram daxilində yenidən proqramı qısaca məlumat verim, daha sonra sözü təlimçilərə verəcəm. Onlar heç şübhəsiz daha detallı məlumat verəcək. Bugünə qədər kifayət qədər biz də opsiyon olaraq işə qəbul təlimləri keçmişik, amma daha sonra bizi narahat edən bəzi amillər var idi. Bunlar nə idi? Birincisi, məsələn, beynəlxalq yanaşmada necə tətbiq olunur? Bu CIPD deyirik, SHRM deyirik. Bunu niyə bilmədik? Yəni, nə müzakirə olunur? Bunu bilməyimiz üçün də bizim gərək bu sahə üzrə müəyyən təcrübəmiz olsun ki, biz həmin o sertifikatları almaq üçün uyğun olaq, o imtihana girək. Biz sırf bu prosesi aradan qaldırmaq üçün birinci növbədə onu deyə bilərəm ki, bu təlim proqramını ümumiyyətlə CIPD standartlarına uyğun hazırlamışıq. Bu nə deməkdir? Yəni, beynəlxalq praktikada tətbiq olunan yanaşmanı siz bu təlimdə öyrənəcəksiniz. Yəni, Azərbaycanda belə olur, öyrənməyəcəksiniz. Həqiqətən də beynəlxalq praktikada necə tətbiq olunur? Bu demək deyil ki, sonunda CIPD sertifikat alacaqsınız. Onsuz CIPD sertifikatı sizin işə qəbul üzrə deyil. Amma eyni proqram üzərindən öyrənəcəksiniz. Yəni, beynəlxalq praktikanı bilməyiniz üçün biz bunu düşünürük ki, ehtiyacdır, boşluqdur. Bunu tətbiq etdik. Daha sonra təlimləri aranızda istehsalatda da çalışan var, xidmət sektorunda da çalışan, bank sektorunda da çalışan, dövlət qurumunda da yəqin çalışan var və ya təhsildə və ya tibbdə. Adətən nə görürdük? Mən özüm də kifayət qədər. Mən istehsalda çalışdığım müddətdə işə qəbulla bağlı təlimlərə getdikdə, düzdür, işə qəbulun 70% mahiyyətini öyrənirdim, amma mən istehsalatdayam da. Mənə təlim keçən təlimçi istehsalat backgroundu yoxdur ki, bu da çox normaldır. Yəni, adamın 4 sektorda var təcrübəsi, oradakı işə qəbulu daha çox mənimsəyib məlumat verir, amma istehsalatda nə baş verdiyini bilmir. Sırf bu baxımdan məsələn, həmçinin düşündük ki, bir təlim proqramına gediriksə, orada fərqli sektorlarda əl almalıyıq. Ona görə məsələn, siz sonda həmçinin 8 fərqli sektor üzrə işə qəbul prosesi necə olur? Nəsə dəyişiklik baş verdi, məndə ekranda dəyişiklik oldu. 8 fərqli sektorda ümumiyyətlə işə qəbul prosesi necə baş verir? Bunun yəni fərdiləşdirilməyə çalışdıq. Yəni bu proqram fərdi toxunuş etməsi üçün biz bunu əlavə etdik daha sonra. Əlavə olaraq təlim proqramı keçdikdə təlimin effektivliyinin ölçülməsi üçün qiymətləndirmə düşünürük ki, çox vacib idi. Yəni həqiqətən də işə qəbul üzrə peşəkarammı deyə bilməyimiz üçün biz sonda bu 4 ay yarımlıq təlimdən sonra bir assessment olacaq ki, bu assessmentda hər kəs baxmayaraq ki, 4 ay yarımlıq təlim müddətində onlar tapşırıq olsun, imtahan olsun, öz biliklərini praktiki tətbiq etmək üçün müxtəlif məşğələlər edəcəklər. Bunun yanı sıra 25% dəyərləndirməyə sahib olan assessmenta sonunda cəlb olunacaqlar ki, bu assessment ekspertlərin qarşısında olur. Hansı ki, onlar daha sonra bu assessmenti uğurla bitirənlər artıq peşəkar işə qəbulçu olmuş olacaq. Yəni, peşəkar işə qəbulçu adını almış olacaq. Düşünürük ki, bu qiymətləndirmədə həqiqətən də bu təlim alan iştirakçılarla bağlı öz biliklərini qiymətləndirmələri üçün vacib amildir.
Bilmirəm, çox vaxtımızı almadım, ümid edirəm ki, istəyirəm artıq Naibə xanım, Emiliya xanım və İsmixan bəyə söz vereyim, amma ardıcılıqla gələcək olsa Naibə xanıma birinci söz vermək istəyirəm. Fatimə xanım, buyurun, sualınız var deyəsən. Buyurun Fatimə xanım, eşidirəm sizi. Bəlkə də əldə Fatimə xanım. Naibə xanım, mən sizə söz verim, biz artıq... Salam, axşamınız xeyir. Axşamınız xeyir olsun. Coşqun bəy. Mən 360 və 361 bunun qiymətləndirmə fərqini qısa da olsa, zəhmət olmasa deyərdiniz də. Çünki 360 dərəcə qiymətləndirmə də var. Bu o deyil. Bu bizim proqram, yox, bizim Recruit 361 məntiqi başqadır. Bunu istəyirsiniz, sonda mən qeyd edəcəm. Nəyə görə Recruit 361? Tamam. Oldu, tamam. Teşekkürler. Buyurun, sağ olun. Naibə xanım, buyurun, söz sizdə. Teşekkür ederim. Coşkunlarım. Akşamınız xeyir. Hamını salamlayıram. Bu arada mən bir küçük balaca prezentasiya hazırlamışam. İstəyirəm onu sizinlə bölüşəm. Biraz səbirli olun. Səsim eşidilirmi? Bəli, Naibə xanım, gəl Tamam. səsiniz. Görüntü geldi mi? Prezentasiya var mı? Bəli, şeir olunub artıq. Aydındır. Tamam, lap yaxşı. Özümü qısaca təqdim eləmək istəyirəm. Niyə? Çünki mən uzun illərdir təlimçi işləyirəm. Və özüm də kifayət qədər çoxlu təlimlər keçmişəm və təlimlərdə bilmək istəmişəm ki, qarşımda duran insan kimdir, kim mənə dərs keçir. Eynən də öz tələbələrimə də, kurslarda da istəyirəm özümü qısaca təqdim edirəm. Mən insan resurslarının sayəsində artıq 25 ildən çoxdur. Dəqiq rəqəm vermək istəmirəm, amma 25 il artıq çoxdan olub. Bu illər ərzində də 10 mindən yaxın, 10 mindən deyərdim ki, çox müsahibə keçirmişəm və 3 milyonluq ən bahalı layihəm 3 milyonluq bir büdcəli bir beynəlxalq layihə olub. Özüm uzun müddət xaricdə işləmişəm, 15 ildən yaxın xaricdə işləmişəm. 5 ildən çox deyərdim ki, əməkdaşı işə qəbul etmişəm. Qəbul edəndə 5 min gəldə də təsəvvür edin ki, bunların sivlərin qəbul edilməsidir və əsasən də xaricdə praktik xaricdə olduğu üçün sivlər daha çox gəlirdi. Yəni, əgər Azərbaycanda bir elan verirsə 200 dənə CV gəlirsə, xaricdə 5000 CV gəlir və bunların hamısını incələmək lazımdır. İDMA sertifikatım var, International Project Management Association sertifikatıdır, layihə meneceri sertifikatıdır. Ondan əlavə də CIPD sertifikatım var, həm HR-da, həm də Learning and Development-da. İşlədiyim kontinentlər daha çox ərəb ölkələri olub və həmçinin də Malayziyada bir işləmişəm, İraqda da bir işləmişəm. İşlədiyim sektorlar fərqli olub. Mən həm neft-qaz sahəsində işləmişəm, həm tibb olub, həm də tikinti olub. Yəni, hər sahədə işləyərək praktikanı yapmışam və bu sahədə avantajdan və dezavantajdan hamısını öyrənmişəm. Əsasən, mən daha çox funksional HR-a baxıram, ona görə daha çox funksional HR-dan dərs deyirəm, təlimləri keçirəm. Çalışdığım ölkələrin hamısını yazmışam. Son işlədiyim 3 il Türkiyədə olub. Ondan əlavə 2000-ci ildə mən Azərbaycandan çıxıb xaricə köçmüşəm, orada işləmişəm. Təhsilini Amerikada almışam, Azərbaycanda bakalavr almışam iqtisadiyyat üzrə və digər sonra təhsilini davam etdirmişəm Amerikada və İngiltərədə səhiyyə almışam. Hal-hazırda özüm psixoloq və psixoterapevt üzrə təhsilimi davam etdirirəm bu sahədə artıq. Demək olar ki, diplomsuz psixoloqdur HR-lar. Mən bu sahədə çox yaxşı bildiyim üçün bu sahədə təlim keçdiyim üçün bunu həm də diplomlaşdırma istərdim, həm də psixoterapevt sahəsində çalışmaq istəyirəm. Ona görə də təhsilimi bu sahədə davam edirəm. Keçək növbəti slaydımıza. Bu arada deyim ki, biz bu günləri Coşqun müəllimlə çox yaxşı çəkiliş eləmişik. 2 saatlıq çəkilişimiz olub. 361-in deməli tapşırıqlarını hazırlamışıq və video çəkilişlərimiz olub. Sizin üçün hazırlamışıq. Ona görə də biz səhər açılandan bu mövzunun üstündə işləyirik. Suallarınız olsa, sualları mənə verə bilərsiniz. Sonu gözləməyin, sonra yaddan çıxa bilər. Və özüm uzun illər
daha çox Rusca danışıram, daha çox xarici təhsil aldığım üçün işlədiyim üçün Azərbaycan dilini az istifadə eləmişəm. Amma o demək deyil ki, mən Azərbaycan dilini sevmirəm, istifadə eləmirəm. Sadəcə ola bilsin ki, rus sözlərini və ingilis kəlmələrindən çox istifadə edirəm. Onu da mənə qəbahət kimi görməyin və sadəcə mənə dəstək olun. Sadəcə başa düşməyinizi istərəm. Keçən növbəti slaydımıza artıq biz 361 təlimdə nələr danışacağıq. Coşqun müəllimin qeyd etdiyi kimi bu təlim CIPD standartlarına əsasən hazırlanıb və həmçinin CIPD standartlarından əlavə olaraq da beynəlxalq praktika da bura daxildir. Həm mənim xaricdə istifadə etdiyim praktikadır, həm dünyada gördüyüm, məsələn, digər şəhərlərdə, ölkələrdə işlədiyim üçün onlarda HR necədir, onlar HR-ı necə başa düşürlər və ümumiyyətlə CV-ləri necə incələyirlər, müsahibələri necə keçirirlər, müsahibə strukturu necə olur onlarda, ümumiyyətlə HR və biznes onların anlayışı nədir. Çünki mən belə baxıram ki, xaricdən gələndən sonra müəyyən zaman keçirilir, yəni inkişaf gedir və Azərbaycanda HR və biznesin yanaşması ilə xarici praktikada tamamilə fərqli olur. İnsan resursları nədir? Ümumiyyətlə, insan resurslarının biznesə təsiri və şirkətin strategiyası, ondan danışın. Təlimin məqsədi ümumiyyətlə sizə uyğun namizədləri seçmək üçün rekruting demək, işə qəbul bundan sonra istifadə edəcəm. Seçim və müsahibə zamanı bacarıqlar əldə etməyə kömək edəcək. Proses haqqında ümumi sizə məlumat verəcəm. Amma bu ümumi olaraq deyiləm də, amma biz bütün sahələrə gedəcək, hamısına detallı olaraq sizə məlumat verəcəm. Eyni zamanda namizədin işçi statusuna keçid məsələsini də nəzərdən keçirəcək. Burada da HR-ın əsas vəzifələrindən danışacaq. Əsas vəzifələri nədir, rolları nədir? HR-dakı olan komandada işçilərin bildirməsi var, onlarına baxacaq. HR-da işləməyin əsas üstünlükləri nədir? Yəqin ki, burada indi bizdə 79 nəfər hal-hazırda iştirak edir. Bəziləri yəqin ki, artıq HR olaraq fəaliyyət göstərir, bəziləri maraq göstərir. Çünki kursumuza qatılanda deyirlər ki, mən bu sahədəyim, amma HR-a keçmək istəyirəm, ya məzunla HR olmaq istəyirəm. Ona görə də mən burada HR-da işləməyin əsas üstünlükləri nədir və niyə HR olmaq istəyirsiniz deyə onun bütün avantajlarını sizlə paylaşacağım. Həmçinin insan resurslarında insan psixologiyası və davranışın anlaması və HR-da psixologiyanın təsiri və niyə HR-lar diplomsuz psixoloq olmalıdır, ondan da danışacağıq. Ümumiyyətlə, psixologiyanı bilmək çox yaxşı şeydir. Nəinki HR, elə hamımız bir-birimizin psixologiyası psixotiplərini anlasaq, davranışları anlasaq, düşünürəm ki, daha az konfliktlər olar və bir-birimizə empatiya quraraq bütün məsələləri demək olar ki, həll etmiş olaraq. Rekruter kimdir? İşə qəbul üzrə mütəxəssisin əsas funksiyası nədən ibarətdir, hansı işlər görür, bu sahəyə necə daxil ola biləcəyinizi izah edəcəm. Burada da iş elanlarını hazırlamaqdır, CV-ləri yoxlamaqdır, incələməkdir, müsahibələri təşkil etməkdir, təklifləri təqdim etməkdir. Yəni biz burada job offer'da danışırıq. Sonra işçinin, şirkətin işçi bazarının tanımaq kimi xırdalıqlarının hamısını izah edəcəm. Rekruterın rolu, rekruter olmaq üçün nələr lazımdır? Məsələn, mən rekruter olmaq istəyirəm və mən HR olmaq istəyirəm. Yaxşı, bəs mən nədən başlayım? Hansı kitab oxuyum? Tez-tez suallar verirlər. Yaxşı, mən bir kitabın adını dedim, 2 kitabın adını. HR sahəsində Azərbaycan dilində, rus dilində kitablar çox azdır. İndi daha çox ingilis dilində oxuyuruq. İngilis dilində oxuyanda deyirik ki, bunu Azərbaycanda tətbiq etmək çox çətin olur da. Çünki çox HR-lar, yəni çox direktorlar bunu praktikada qəbul edə bilmirlər. Ona görə də burada daha çox mən кейslərdən danışacağım. Məsələn, hazırladığım кейslərdə hamısı realdır, praktikada keçirilmişdir. Nəinki mənim özümdən 25+ il keysləridir. Hətta olur ki, məsəl üçün, konsultasiya gələnlər olur, tələbələr olur. Onlar öz keyslərini paylaşırlar və o keysləri də mən qeydiyyata alıram və onlarla da paylaşırım. Təbii ki, burada məsuliyyət olma şərti edim. İşə qəbulun biznesə təsiri, biznes üçün əhəmiyyəti. Burada biz biznesin ən vacib əsas proseslərindən danışacağım. Yəni HR-ın biznesə
ayrı olan proseslərdən danışırıq. İşə qəbulun düzgün həyata keçirdikdə həm işçi məmnuniyyətini artırır, həm də biznesin ümumi uğurunu dəstəkləyir, həm də işə qəbulun biznes üçün əhəmiyyəti bir neçə əsas nöqtədə özünü göstərir. Onlar haqqında da kursda ətraflı məlumat verəcəm. İnsan resurslarında planlaşdırma və strategiya. Coşqun müəllim yaxşı qeyd elədi ki, planlaşdırmanı bilməyəndə, planlama olmayanda vakansiya açılır, bağlanır. Bu kimi iş axını da çoxalır. Planlamaya biz müəyyən bir vaxt sərf edəcəyik. İnsan resurslarının planlaşdırılması şirkətin gələcək insan resurslarına ehtiyaclarını proqnozlaşdırmaq və bütün deməli bunun üçün fəaliyyət planı hazırlamaqdır. Effektiv HR planlaması şirkətə strateji məqsədlərə nail olmaq, rəqabətdə qalmaq. Çünki bilirsiniz ki, indi rəqabət böyükdür və bunun üçün rəqabət deyəndə ki, bu işçi görsüz bir şirkətdən digər şirkətə keçir və biz də rəqabətdə olmaq istəyirik, yaxşı strategiyalar qururuq, planımızı düzgün qururuq ki, işçini işdə saxlaya bilək. Bu da insan resurslarının planlaşdırılmasında 5 əsas addımlar hansılardır, onları izah edəcəm və ümumiyyətlə insan resurslarının planlaşdırılması nə üçün istifadə olur, niyə vacibdir? Çünki çox adam deyir ki, mən rekruter olacağım da, mən planlaşdırmanı edirəm ki, bu HR direktorunun işidir. Yox, tək HR direktorunun işi deyil. Planlama ümumiyyətlə həm rekrutora aiddir, həm direktor tərəfindən delegasiya edilib, rekruter bu işi görür. Gələcək ehtiyacları necə müəyyənləşdirməliyik, ümumiyyətlə bu proses necə keçir, succession planning haqqında danışacağım. Succession planning nədir, necə hazırlanır? Mən succession planning deyəndə bu Azərbaycan dilində tərcüməsi biraz çətin olur. Succession planning demək olar ki, kiçik şirkətlərdə yoxdur. Nəinki böyük şirkətlərdə Azərbaycanda artıq tətbiq olunur, ondan danışacağım. Və düzgün işçilərin sayını necə təmin edə bilərik, işçilərin işdə qalıb saxlanmasını necə gücləndirə bilərik, məhsuldarlığı necə artıra bilərik. Əsas metodlardan danışacağım. Bilirsiniz ki, bilməyənlər üçün burada qeydim ki, biz planlamadan danışanda bunun metodlarından danışırıq. Həm statistik, həm qeyri-statistik metodlar olur, riyazi və qeyri-riyazi metodlar olur. Bunların hamısını bir-bir izah edəcəm. Onun üstündən də praktikadan da keçəcəyik. Müəyyən bir кейslər verəcəm, tapşırıqlar verəcəm və biz o metodlardan istifadə edərək planlamanı edə biləcəyik. Həmçinin turnoverdan danışacaq, işçi davamiyyətidir, turnover necə hesablanır, davamiyyətsizlik və s. kimi detallar verəcəyəm. Ondan sonra iş təhlili gəlir. İş təhlili ümumiyyətlə nədir? İş təhlili. Buyurun, kiminsə sualı var idi? Buyurun. Yox, üzr istəyirəm, əlimdəydi. Davam edeyim. Aha, tamam. Evet, problem yoxdur. İş təhlili ümumiyyətlə nədir? Yenə də sual verirlər ki, neynirəm ki, iş təhlilini aparıram? Mənə direktor vakansiyanı verir. Deyir ki, burada vakansiya açılmalıdır. Mən elan verirəm, CV-lər gəlir, incələyirəm, işçini götürür, vakansiya bağlanır. Amma iş təhlili əsas məqamlardan biridir və bu prosesin də əsas məqsədi vəzifə üzrə təlimatlardır, məsuliyyətlərdir, iş şəraiti haqqında ətraflı məlumat toplamaqdır. Bunlar çox vacibdir. Yəni, iş təhlilini düşünürəm ki, hər bir HR mütəxəssis, seçmən direktordan, menecerdən danışmır, hər bir mütəxəssis bu sahəni çox yaxşı bilməlidir. İş təhlili işə götürənlərə bu işi uğurla yerinə yetirmək üçün nə lazım olduğunu və vəzifə üçün ideal namizədin necə olmasını, lazım olduğunu daha yaxşı anlamağa kömək edəcək və edir də. Burada da mən iş təhlilinin əsas mərhələləridir, elementləridir, bu haqqında, metodlarıdır, o haqqında da məlumat verəcəm. İş bazarının və tələb olunan vəzifələrin təhlilidir, bazardakı rəqabətə uyğun vakansiya və əmək haqqının araşdırılmasıdır, bundan biz danışacağıq. Bu mövzulu tam iş təhlillərinin abzorunu sizə təqdim edəcəm, namizədlərin cəlb edilməsinə ətraflı nəzər salacaq. Biz işə qəbul və seçimdə iş təhlillərinin rolunu nəzərdən keçirəcək, lakin bu məsələ
işticari təşkilatın strukturudur, işin qiymətləndirilməsidir və ya deyirəm ki, CNA-dir. CNA ingilis kəlməsidir. Training Needs Analysis-də. Sonra performance management, performansın qiymətləndirilməsidir. Performance appraisal, qiymətləndirmənin özünün aparılması ilə əlaqəlidir və yeni vakansiyanın yaradılmasına dair tövsiyələr verəcəm. Bir neçə nümunə formalar təqdim edəcəm, hazırlamışam, onları sizinlə bölüşəcəm. Bir deyil, iki deyil, çoxdur və əsas da bu işin təhlilinin metodlarından danışacağım. Çünki təhlildə bir neçə metod var və onların hamısını bir-bir ətraflı olaraq izah edəcəm. Bu məlumatı sizinlə paylaşacağım. Tamam, sualınız varsa buyurun. Kimin sualı var? Buyursun. Versin sualı səsli olaraq. Naibə xanım, Ceyran xanım qeyd edib ki, səsi aça bilmir. Yazılı olaraq qeyd edib burada. Mən istəyirsə oxuyum sualı. Necə? Səsi aça bilmir. Ceyran xanım aça bilmir səsi. Burada sağda qeyd edib. İstəyirsiniz oxuyum sualımı. Hə, buyurun. Okey. Koreya kimi bir ölkədə tətbiq edilə bilərmi? Təlimdə öyrəndiklərim Koreya kimi bir ölkədə tətbiq edilə bilərmi və ya ingiliscə desək öyrəndiklərimin əksəriyyəti bu ölkədəki şirkətlər üçün də relevant ola bilərmi? Koreyada. Bəli. Xanım Koreyada işləyir. Nə, elə başa düşdüm. Ümumiyyətlə, mən Koreyada işləməmişəm. Yəni, bu iş o Asiya tərəflərinin desək, mən Malayziyada işləmişəm. Düşünürəm ki, oradakı Koreya ilə böyük bir fərq olmayacaq. Malayziyadakı və Taylanddakı kültür Asiya tərəflərində çox yaxındır. Və mənim verdiyim bu praktika beynəlxalq praktikadır. İstəyir Koreyada olsun, istəyir Amerikada olsun, Avropada olsun, fərqi yoxdur. Bu, dünya üzrə qəbul edilmiş standartlardır. Biz CIPD deyəndə CIPD İngiltərədə yaranıb, amma dünya bunu qəbul edir. Yəni, dünya bu standartlarla işləyir. Siz bu təlimi keçəndən sonra CIPD standartlarını artıq öyrənmiş olacaqsınız və bunu istəyir Koreyada, istəyir Amerikada tətbiq edə biləcəksiniz. Mən Amerikada oxuduğum üçün və Avropada, Ərəb ölkələrində, Şimali Afrikada, Aziyada işlədiyim üçün bu kontinentlərin demək olar ki, hamısının necə yanaşdıqları, kültürləri nədir, yanaşmaları nədir, ümumiyyətlə HR anlayışları nədir, necə işləyirlər biləm. Malayziyada işləyəndə mən Koreyalarla görüşürdüm. Demək olar, işləmirdim, amma onlarla tez-tez görüşürdüm iş əsnasında və mən onların işə necə yanaşdıqlarını gördüm. Çox trudagolik deyirlər, yəni işə çox bağlı, yəni uzun saat işləyirlər, işdə çox qalırlar, hər şey perfeksionist olurlar, hər şey ciddiyyətli kimi gedirlər, işə can yandırırlar. Onu gördüm və HR-da da düşünürəm, yəqin ki, HR-larını görmürəm, yəni düşünürəm ki, HR-lar da elə olar. Amma yenə də verdiyim təlim beynəlxalq standartlardır. O, hər dünyada, dünyanın hər yerində keçərli. Tamam, çok sevindim. Bu arada yine de sualınız olursa değerlendirebilirsiniz. Recruiting prosesi hakkında danışarak. Ümumiyyətlə, bu HR çox maraqlı sahədir. Yəni, mən 25 ildən çoxdur HR-dən, amma yenə də çox dinamik sahə olduğu üçün hər dəfə yenə nəsə öyrənirəm. Yeni sistemlər çıxır, o sistemin özünü öyrənmək lazımdır. Yeni kitablar çıxır, yeni praktikalar çıxır, metodlar çıxır. Onların hamısını öyrənmək istəyirsən və eyni səviyyədə qalmaq istəmirsən. Və təlimi də keçəndə şəxsən mən özümdən deyə bilərəm, mən digər təlimçiləri bilmirəm, amma mən şəxsən mən sinəmdə nə var, hamısını paylaşmaq istəyirəm, heç nəyi gizlətmək istəmirəm. Recruiting prosesi haqqında onu deyə bilərəm ki, biz vakansiyaların növlərindən danışacağıq. Bir neçə vakansiya növləri var. Deyəndə də deyək, məsələn, təlimdə çox adam kurslar işlərkən deyir ki, biz o növləri bilmirik, yəni bir növü yoxdur ki, biz standart olaraq bilir ki, CV gəldi, incələdi, intervyu keçdi və s. Vakansiyanın növləri də var, hətta vakansiyaların səviyyələri də var. Bunu biz hətta bir deyil, iki deyil, bir neçədir. Biz bunların xırdalıqlarını öyrənəcəyik və hansı vakansiya növlərindən, hansı səviyyədən
baxaraq vakansiyanı necə doldura bilərik, onu da öyrənəcəyik. Rekrutingdə yeni tendensiyalar olur. İndi bilirsiniz ki, xaricdə yeni texnologiyalar tətbiq edirlər. Bu da məsələn ATS sistemidir, avtomatlaşdırılmış sistemdir. Dediyim kimi mən xaricdə işləyəndə bizə 5000, 6000, ələxüsus da Amerika əhali çox olduğu üçün patok çox olurdu, CV çox gəlirdi və 5000 CV-ni də inciləmə qeyri-mümkündür. İndi burada 200 dənə başa düşürəm, 200 dənə CV gəlir, böyük nəhəng şirkətlər var. Məsələn ki, mən özüm uzun illər BP-də işləmişəm və BP-də CV gələndə, hə tamam, komandamız çox böyük idi, 20-yə yaxın işçimiz vardı. Hərəyə bir düşürdü və orada incələyə bilirdik. Amma xaricdə bunu edə bilmirsən. Burada yəni vaxt azdır, işçi sayı azdır, iş daha dinamik olduğu üçün bizdə daha çox işimizi daha biznesə bağladım, HR-ın daha çox biznesə bağladığımız üçün, inkişaf doğru işlədiyi üçün biz CV-ləri incələməyə vaxtımız yoxdur. Ona görə də ATS sistemindən istifadə edirik. ATS sistemi də nədir? CV gəlir, bu sistemə, proqrama HR heç o CV-ləri görünür, HR müəyyən tələblər qoyur, müəyyən kriteriya, kateqoriyalar qoyur ki, mən bu tipli CV-ləri istəyirəm və sistemə daxil olur. CV, sistem onu özü avtomatik olaraq incələyir, filtrdən keçirir və ondan sonra kriteriyalar, HR-ın qoyduğu kriteriyalara uyğun olaraq CV-ləri HR-a ötürür. Yəni, ola bilsin ki, sizin gəldiyiniz CV heç filtrdən keçməyib, birbaşa olaraq binə gelir və HR-ın da aldığı, məsələn, son CV-lər 20 CV olacaq. 5000 CV-dən 20 CV-ni alır. HR-ın vaxtını artıq qənaət edir, həm də ki, işini asanlaşdırır. 20 CV-dən də intervyunu keçirsə, bir nəfəri götürmək çox rahat olur. ATS sistemindən necə istifadə eləmək lazımdır? Ümumiyyətlə, CV-ni necə tərtib eləmək lazımdır ki, ATS filtr sistemindən keçsin? Onu da izah edəcəm. Orada heç bir problem yoxdur. Burada artıq recruiter kimi deyil, namizəd günündə siz o biləcəksiniz. İşə qəbul sorğusudur. Burada işçiyə tələb forması və bütün formaları mən özüm vaxtı ikən hamısını hazırlamışam. Formalar daim update edilir. Demək olmaz ki, mən məsələn 10 il bundan ya 5 il bundan. Kiminsə səsi açıqdır. Çox xahiş edirəm, bağlasın səsi. İşçiyə tələb forması daim update olunur. Çünki mənim məsəl üçün hətta 5 il nədir, keçən il yaratdığım işçiyə tələb formasını bu il artıq keçməyə bilər. Məsələn, bizim COVID zamanı istifadə elədiyimiz bir metod artıq keçmir. Biz onlayna alışmamış. Məsələn, mən Skype-da artıq 2003-cü ildən artıq Skype-dan dərs deməyə başlamışdım. Ona görə də onlayn işləmək üçün mənim üçün COVID vaxtı heç bir problem yaratmamışdı da. Amma mən direktor vaxtda deyəndə ki, gəlin bütün şirkətlər ki, məsələn, həssən faizi keçirək onlayna, direktorum şok olmuşdu ki, onlayn mən bilmirəm nədir. Mən insanı görməsəm, onunla danışmasam, mənə çətin olacaq da. Ona görə bizim artıq müəyyən dövrlərdə müəyyən bir metodlar gəlir, zaman hər şeyi dəyişir. Ona görə də biz İşçi tələb formasını deyəndə ki, mən sizə keçən il, bu il, 5 il bundan qabaq formaları da göstərəcəm. Vəzifə öhdəliklərdə işin spesifikasiyasıdır. İşin spesifikasiyası çox vacib məqamdır. Ondan da danışacaq. Vəzifə təlimatları necə hazırlanmalıdır, ondan da danışacaq. Vəzifə təlimatlarının indi hazırlanması çox asandır. Hamınız bilirsiniz ki, indi bir dənə vəzifə təlimatı yazmaq üçün müəyyən bir HR saytlar var. Girirsiniz ora, oradan copy-paste edirsiniz. Deyilim ki, IT mütəxəssisi lazımdır. Rekruterlər girirlər internet səhifəyə, copy-paste, elan və salam. Halbuki bu həqiqətən sizə lazımdır, sizdə keçərlidir bu təsdiqlər, keçərli deyil. Onu incələmirlər və hətta ki, özləri də yazmaq istəmirlər, çünki vaxt gedir. Hazır var da, internet doludur vəzifə təlimatlarında. Yox, elə olmur. Vəzifə təlimatlarını yazmaq üçün də dediyim kimi, mən qaydıram daha təhlil aparılmalıydı. Daha sizə nələr lazımdır? Vəzifə təlimatı ola bilsin ki, məsəl üçün biz keçən il və yanvar ayında, dekabr-yanvar ayında SOCAR-a təlimimiz keçdi, Competency-Based Interview səçki əsasında müsahibə təlimimiz keçdi və orada mənim hazırladığım vəzifə təlimatlarını istəmişdi SOCAR mənə, çünki müəssisələri çoxdur və ümumiyyətlə SOCAR üzrə vəzifə təlimatları çox uzun yazdır da, bir neçə səhifədə ibarətdir. Elə vəzifə təlimatları da olur şirkətdə, amma elə şirkətdə var ki, vəzifə təlimatı yarım səhifədən ibarətdir. Ona görə də biz bütün vəzifə təlimatlarına baxacağıq ki, hansı şirkətdə, hansı vəzifə təlimatları olur. Bundan əlavə olaraq da düzgün vəzifə təlimatı və səhv
vəzifə təlimatları müəyyən bir pozisiyalara baxacaq. Siz mənə deyəcəksiniz ki, hansı düzdür, hansı düz deyil. Bundan əlavə də hansı amil rekruterın müvəffəqiyyət qazanmasına səbəb olur, ondan da danışacaq. Daha sonra namizədlərin axtarışıdır. Namizədlərin axtarışında biz nəyi nəzərdə tuturuq? İşçilərin cəlb edilməsidir və saxlanılmasıdır. Namizədi tapmaq bir dərd olur. Namizədi tapandan sonra da onu saxlamaq ikinci dərd olur. İndiki zamanında keyfiyyətli kadrlar tapmaq çox çətin məsələdir. Burada rekruterlar, HR-lar varsa, bilirəm ki, məni də istəyəcəklər. Oradan like qoyun, əgər sizdə də belə bir çətinlik varsa. Mən çox çətinliklə Azərbaycanda kadr tapıram. Bəli, bəli. Və tapandan sonra da namizədlə danışırsan, hətta elə olur ki, bəli, hətta elə olur ki, namizəd bir balaca böyük bir məbləğ təklif edəndən sonra namizəd artıq qaçır. Sənin bu qədər uzun müddətli keçirdiyin bu proses hamısı yox olur, uçur göyə. Ona görə də elə bir strategiya qurmaq lazımdır ki, namizədi cəlb etdirsə, namizədi saxlaya bilərsiniz. İndi bu proses çətindir, başa düşürəm. Amma mümkün deyil deyə bilmərəm, mümkündür, edə bilərsiniz. Sadəcə buna biraz vaxt ayırmaq lazımdır. Və təhlildir, planlamadır, strategiyadır, düzgün elandır, yanaşmadır, orientasiyadır. Bunların hamısını düzgün etsəz, uyğun zamanda uyğun namizədi cəlb edə bilərsiniz, kadrları cəlb edə bilərsiniz və onları işinizdə saxlaya bilərsiniz. Ondan əlavə olaraq internet şəbəkələrdən danışacağıq və hansı alətlərdən istifadə etmək olar. LinkedIn-dir, Instagram-dır, bütün sosial şəbəkələrdən də danışacaq. Headhunt-dan da danışacaq. Əslində Headhunt bilirsiniz ki, mən uzun illərdir freelance olaraq çalışıram hazırda. Həm daimi iş yerim var, həm də freelance olaraq çalışıram. Headhunt edirəm. Headhunt ümumiyyətlə nədir belə? Headhunt-la recruiterın fərqi nədir? Məsələn, indi çox görürəm LinkedIn-də yazırlar Headhunt, amma Headhunt deyil, recruiter işini görürlər. Buradakı fərqi sizə göstərəcəyim və dünən də bir xanım Instagramda mənə yazmışdı ki, mən headhunt işinə başlamaq istəyirəm, mənə tövsiyələr verin. Tamam, mənim üçün heç bir problem deyil, mən bu xırdalıqdan sizə öyrədəcəm. Qlobal bazarda işə qəbul trendləridir, işə qəbul tendensiyalardır, qlobal işə qəbul tendensiyalardır. Azərbaycanda onun tətbiqi oluna bilər və olmazmı, oluna bilən yanaşmalardan danışacağım. Qlobal bazarda Amazon, Apple, Facebook və bu kimi nəhəng şirkətlərin elan dizaynını göstərəcəm sizə. Ümumiyyətlə, onların rekrutment prosesindən danışacağım sizə. Güclü, cəlbedici iş elanlarının hazırlanma qaydasını öyrənəcəksiniz. İş elanlarının namizədləri cəlb etmək üçün bilirsiniz ki, ilk təmasdır, ilk nöqtədir. Və bunu elə etmək lazımdır ki, mən CV-ni göndərəndə, məsələn, qarşımda 3 şirkət durursa, mən niyə sizin şirkətinizə CV göndərim? Çünki artıq rəqabət çoxaldığı üçün, şirkətlər də çoxaldığı üçün artıq seçim başlayır. İstəmirəm, sizə CV göndərmək istəmirəm, mən bu işə maraqlanıram, amma elə yanaşma etmək olar ki, artıq namizəd sizə, biz namizəd deyəndə, yəni sıradan keçən namizədlərdən danışmırıq, biz peşəkar kadrlardan danışırıq və təbii ki, hər bir şirkət istəyir ki, peşəkarları cəlb etsin. Sadəcə iş tələblərini göstərmək kifayət etmir burada. Burada iş elanınızda işin nə qədər maraqlı və inkişaf etdirici olduğunu da vurğulamalısınız. Burada da sizin məhsul və hansı əgər məhsul satsa xidmət göstərirsinizsə, bunu da satılma prosesi zamanı keçdiyi mərhələləri müəyyən edərək reklam effekt modelini hazırlamağın prosesini sizə göstərəcəm. Elan dizaynın hazırlanmasında müəyyən bir tövsiyələr var. Orada 9 addım var. Həmən bu 9 addımı mən sizə göstərəcəm, tövsiyələrini verəcəm. Siz özünüz belə praktika keçəcəksiniz, elanları hazırlayacaqsınız. Bu böyük bir tapşırıq olacaq, müəyyən bir vaxt verəcək. Evdə edəcəksiniz, kompüterlərdən istifadə edəcəksiniz. Sonra onun bütün əslində modulların sonunda biz tapşırıqlar verəcək və müəyyən bir vaxt verəcək ki, tapşırıqlar yerinə yetirərsiniz. Narahat olmayın, burada sən səhv etmirsən, sən düz etmirsən, yanaşma olmayacaq. Sadəcə kateqoriya və kriteriyalar qoyacaq və o kateqoriya kriteriyaları mən sizə izah edəcəm ki, nəyə əsasən biz ölçəcək, assessment edəcək.
Ümumiyyətlə, mən HR-da heç vaxt demirəm ki, sən səhvsən, sən düzsən. Çünki mən özüm hətta indi psixoloq öyrəndiyi, oxuduğum üçün heç belə olmamışam. Yəni, indi də psixologiya öyrəndə düşünürəm ki, bunu tam %100 artıq toplamaq lazımdır ki, insanın sadəcə yanaşması var. Heç kəs deyə bilməz ki, yazılı kitabda qızıl qaydalar var. Ələxüsus söhbət HR-dan gedir. Yəni, standart olaraq bunu dünya qəbul edir, amma qızıl qaydalar belə yoxdur ki, bunu belə etmədin, sən səhv etmirsən. Sadəcə bir yanaşmadır. Mən əgər bir yanaşma göstərsən və buradan effektini görsən, bunun nəticəsi %100 mənə effekt verirsə, demək mənim yanaşmam işləyir, bu yanaşmadan istifadə edirəm. Siz başqa cür istifadə edə bilərsiniz, başqa metoddan istifadə edə bilərsiniz, amma yenə də o işlək olacaq da. Nə siz, nə mən səhv etmirik, sadəcə bizim yanaşmamız fərqli olur. Ona görə də siz tapşırıqları yerinə yetirəndə heç kəsə deməyəcək ki, sən səhv eləmirsən. Belə bir yanaşma nə HR optionda var, nə mənim şəxsən özümdə var tərəfdə. Naibə xanım, üzr istəyirəm, sözünüzü kəsirəm. Bizim bu hissə ilə bağlı sırf vaxtı xatırlatma məqsədi deyim ki, təxminən 10 dəqiqə vaxtımız var. Daha sonra Emiliya xanım, Esmirxan bəy danışacaq. Dedim, vaxtla bağlı xatırlatmayın. Tamam. Müsahibə strukturundan danışmaq istəyirəm. Müsahibə müsahibə strukturu və strategiyalardan. Buradan da biz bir neçə növ müsahibə strukturlarından danışacağım. Onların faydaları nədir? Ümumiyyətlə, burada WIX olacaq və WIX nədir? Mənim bu xaricdə istifadə elədiyim müsahibə strukturudur və Azərbaycanda artıq bir neçə nəhəng şirkətlər artıq WIX strukturunu istifadə etməyə başlayırlar. Müsahibə necə təşkil olmalıdır? Namizəd müsahibəyə necə dəvət olunmalıdır? Müsbət və mənfi tərəflərindən danışacaq. Kiçik, böyük şirkətlərin yanaşmalarından danışacaq. Müsahibəyə getmədən əvvəl və müsahibə zamanı hansı sənədlər, checklistlər var, onları dolduracaq və hansı addımlar atılmalıdır. İntervyu dəyərləndirmə forması var. Sonra intervyular necə təşkil olmalıdır? İntervyuda kimlər iştirak etməlidir? Namizədin qiymətləndirməsidir, seçim prosesidir. Müxtəlif formalara da biz nəzər yetirəcəyik. Ondan sonra müsahibə növləri var. 15-ə yaxın müsahibə növləri var. Onların hamısını bir-bir sizə izah edəcəm. Ətraflı məlumat verəcəm. Sonra xırdalamaq istəyirdim, amma vaxt məhdudiyyəti var, daha xırdalamıram. Ondan sonra bizim sual texnikamız var. Bu da indiki zamanədə ən yaralı yerimizdir. Çünki indi HR görürsünüz ki, LinkedIn-də paylaşımlar var ki, HR mənə düzgün sual vermədi, vəzifəyə uyğun suallar vermədi. Bu da çox vacibdir. Suallar əslində mətləbə və vakansiyaya uyğun olmalıdır. Müsahibəni açıq şəkildə buraxırlar, yəni müsahibəni düzgün bitirmirlər. Bu kimi hallar da olur. Mən özüm də həssasam bu hissəyə və uzun illərdir tələbələrimə deyirəm, öyrədirəm ki, bu hissəyə çox diqqətli danışmaq lazımdır. Tövsiyə də edirəm və hansı məqamlarda hansı sualı vermək lazımdır. Daha düzgün detalları, daha düzgün hansılardır deyə onları detallar verirəm. Məsələn, bu yaxında bir rekruterın özünü, rekrutment işinə gedirdi və ona qarşında duran rekruter sual verir ki, siz Allaha inanırsınız. Yəni, bu kimi suallar mətləbə aid deyil də. Ona görə də hansı suallar mövcuddur, hansını harada vermək lazımdır. Məsələn, araşdırma tipi suallar var, problem questionlar var, reflektiv suallar var, açıq qapalı suallar var, hipotetik suallar var. Suallar çoxdur. Biz bunların hamısını bir-bir gedəcəyik və mən sizə həmən bu sualların nümunələrini göstərəcəm. Bədən dilindən danışacaq, olmazın olmazıdır. Deyim ki, mən demişdim ki, HR-lar diplomsuz psixoloqdur. Necə bunu bədən dilindən biz başa düşməliyik ki, namizəd düz danışır ya da düzgün danışmır. Bu yaxında freelance işlədiyim bir şirkətin HR direktoru mənə deyir ki, mən bədən dilini bilmə məcburiyyətində deyiləm. Mən HR-am, mən düzgün sual verə bilərəm, amma bədən dilinə baxmıram. Amma yaxşı, deyirəm ki, siz düzgün sual verdiniz, bəs cavablarını da aldınız. Bəs bu namizəd yalan danışır, doğru danışır. Bədən dilindən necə başa düşürsünüz ki, bu namizəd gələcəkdə sizə fayda verəcək ya verməyəcək? O çox vacib bir şeydir. Düzgün namizədi seçməyib və sonda da 3 aydan sonra deyib ki, siz özünüzü doğrultmadınız, siz bizə uyğun gəlmədiniz. Bu namizəd deyil.
bu HR-ın düzgün intervyu aparmamağı və düzgün namizədin bədən dilinin incələməməsinin nəticəsidir. Yəni burada 80% problem mən HR-larda görürəm. Ondan sonra iş təklifləri var. Ümumiyyətlə iş təklifləri necə edilməlidir? Nümunələrə baxacağıq. Bir neçə iş təklifləri nümunəsi var. Danışıq texnikasıdır. Bu da ingilis dilində buna negotiation deyirlər. Məsələn, namizədə bir summa təklif edirsən, reject edir və ondan sonra da siz istəyirsiniz ki, namizəd sizdə işləsin. Bunun üçün negotiationlar aparırsınız. Və Amerikada bu olmazın olmazdır. Yəni, əgər negotiation etmədinsə, çox təəccüblü gəlir ki, niyə tartışmadır da bu məsələlər. Problemli məsələlər olur, konfliktli məsələlər olur intervyu vaxtında, ümumiyyətlə rekrutment prosesi haqqında. Bu problemlərin sizə кейslərini verəcəm və ümumiyyətlə bu problemləri necə həll etmək lazımdır, ondan danışacaq. Job offerlar, iş təkliflərinin bir neçə nüsxəsini sizə verəcəm. Copy-paste deyil, internetdən deyil, real hazırladığım job offerlərdir. Disk modelindən danışacaq. Disk modeli şəxsiyyət profilidir və onun işə qəbul prosesində tətbiqidir. Burada sizin də özünüzün hansı profilə aid olduğunuzu da müəyyən etmə şansınız olacaqdır. Sona gəlirik və son slaydımız orientasiyaya aiddir. Orientasiyaya aiddir, adaptasiyaya aiddir. Orientasiya və adaptasiya biz deyəndə bütün bu prosesin qurulmasıdır. Onun siyasətinin yazılmasıdır. Mən özüm bir neçə dəfə fərqli şirkətlər üçün orientasiya siyasətini yazmışam. İşçilərin yerləşdirilməsidir, onların işə hazırlıqlarda, onların adaptasiya dövründən keçirilməsidir. Namizədə siz ilk gündən göstərdiyiniz dəstək necə olmalıdır? Yeni işçinin komandaya inteqrasiyasıdır, yeni əməkdaşlarla yeni mühitə və komandaya uyğunlaşmasıdır. Bundan danışacaq. Ümumiyyətlə, iş yeri mədəniyyətinə, şirkətin mədəniyyətinə inteqrasiyası necə olunur, mentorluq necə təyin olunur, təlim proqramları necə tətbiq olunur, bu haqda danışacağım. Kimsə sual veribsə, indi baxacağım. Sonuncunu da deyim, nəticələrin ölçülməsidir. Bütün bu prosesi elədik, 3 ay kursumuzu keçdik, rekruter kimi işlədik, orientasiyanı da etdik. Tamam, bəs sizin özünüzü kim qiymətləndirəcək? Kim deyəcək ki, siz işinizi əla görmürsünüz, kim deyəcək ki, yox, əla görməmsiniz. Rekruter kimi bacarıqlarınızın, sizin şəxsən özünüzün bacarıqlarınızın qiymətləndirməsidir. Bütün bu prosesi siz özünüz kriteriyalar qoyaq, yəni sizə qoyulan kriteriyalar görür. Uyğun etmirsinizmi, %100 alınırmı, bacarıqlı müsahibəçi olmaq üçün nələr lazımdır? Keyfiyyətli işə qəbulun müvəffəqiyyətinin göstəricilərindən danışacaq. Bu işə qəbulun keyfiyyətinin yalnız kadr və ya kadrın özünün seçilməsi və kadrın sayı ilə deyil, həm də seçilən namizədlərin adaptasiya prosesi və iş mühitinə uyğunlaşmasının əsaslanaraq qiymətləndirilir. Bu qədər mən çox şey demək istirdim, amma vaxt məhdudiyyəti olduğu üçün ona görə də estafeti verirəm digər kollegalarımıza. Sualları əslində istəyirəm, Naibə xanım, sonda ala biliriksə, kimsə yanında uçqa bərək varsa qeyd dedim, indidən səsləndim. Tərəfdə yazsın kimsə ki, unutmamaq baxımından. Çünki istəyirəm ki, sonda artıq sual cavabı bir vaxt tərəfdir. Kimsə vəsqə sualı yoxdursa, çıxmaq istəyirsə, məsələn, çıxa bilər də. İndi hər kəsin vaxtına müdaxilə etmək, ona görə istəyirsə sona saxlayaq sualları. Coşqun məndən burada sual verdilər ki, onu biz kursda... Okey. Emilia xanım, buradasınız. Naibə xanım, çox sağ olun bu arada ətraflı məlumat üçün. Bir də qeyd edirəm ki, biz çox detallı və ətraflı məlumat verə bilmirik. Yəni, təlim formatında çox da keçə bilmirik. Səbəb də odur ki, vaxt məhdudiyyətimiz var. Ona görə üzrlü hesab edin, amma suallarınızı həm sona saxlaya bilərsiniz. Sonda verməyə, cavablanmağa çatmasaq da, yenə də ümumiyyətlə bizim komandaya müraciət edə bilərsiniz. Hansısa sual varsa, hansısa aydın olmayan nəsə varsa, ya da konkret olaraq Naibə xanımın dediyi hissə ilə bağlı, metodika ilə bağlı və hansı yanaşma ilə bağlı bir sual varsa, bizim komandası dəstək olacaq, HR Option komandası. Emilia xanım, buyurun. Naibə xanım, çox sağ olun təkrar. Çox sağ olun, Naibə xanım. Əvvəla, axşamınız xeyir olsun, hörmətli kollegalarım və gələcək tələbələrimiz. İlk öncə özümü təqdim etmək istəyərdim. Mən Emilia Cavadovayam, Zeytun Pharmaceuticals MMC şirkətinin təşkilatı inkişaf şöbəsinin mütəxəssisiyəm. Eyni zamanda HR Options'da HR MBA proqramının insan resurslarının sistem quruculuğu üzrə təlimçisiyəm. Fərqli sektorlarda iş təcrübəm var və ümumi iş təcrübəm 10 ilə yaxındır.
Bugün biz Rekrut 361 dərəcə təlim proqramına start veririk və bu proqram daxilində məndə texniki mövzular olacaq. Mən bu mövzularla bağlı sizə məlumat vermək istəyərdim. Prezentasiyamı təqdim edim. Ekranım görsənir. Bəli. Hazırda slayd görsənmir, amma sizin ekranınız bəli görsənir. İndi slayd görsənir. Okay. Mənim mövzum işə qəbul proseslərinin avtomatlaşdırma və sistem quruculuğudur. İlk mövzum işə qəbul üçün avtomatlaşdırılmış sənəd dövriyyəsidir. Sənəd dövriyyəsində biz Microsoft Excel, Microsoft Word ilə bağlı, onun bağlılığı göstərəcəyik. Google Forms və Google Sheet istifadəçilər üçün həmin prosesin sənəd dövriyyəsini və idarə edilməsini tənzimləyəcəyik. Bir nümunə olaraq göstərmək istəyərdim. Misal üçün, müsahibənin yekun dair namizədlərin rəyi bizdə istənilən sənədlərin dövriyyəsini tez bir zamanda bir dəqiqə ərzində 100 sənədi hazırlamaq və onu çap etmək məqsədimiz əgər onu daşıyırıqsa, sadə şəkildə biz Google Word ilə Excel-i bağlayaraq məlumatlarımızı yeniləyərək məlumatlarımızı təqdim edə bilirik və çap edə bilirik. Eyni zamanda da bizim formslarımızı da biz hazırlayırıq. Google Forms və həmin formusu biz hansı şəkildə Google Sheet-ə hesabatlıq səviyyəyə necə çatdıra bilirik. Biz onu da həmin proqram çərçivəsində keçəcəyik. Misal üçün, bu şəkildə izah etmək istəyərdim. Bir elan hazırlayırsınız və elan daxilində hansı vakansiyalarınız mövcuddursa, ümumi forms hazırlayırsınız. Misal üçün, SMM mütəxəssis vakansiyanız var. Onu həmin link çərçivəsində siz elana əlavə edirsiniz və elan daxilində həmin linka keçid olunur və linkdə həm vəzifə öhdəlikləri məlumatları yazırsınız, vəzifə ilə bağlı bütün məlumatları bölüşürsünüz və ən sonunda CV-nizi əlavə edin bölməsini əlavə edərək sizin namizədləriniz CV-lərinizi əlavə edib submit tıklayaraq sizin ümumi database-ə keçid edir. Və artıq kimlər hansı vakansiyaları, hansı CV-ləri göndərdiyi təqdirdə siz ümumi bazada görəcəksiniz. Onları hesabatlıq formasına çevirə bilirsiniz. Eyni sənəd dövriyyəsi mövzumuzda bizim vakansiya ilə bağlı bir dəqiqə. Sənəd dövriyyəsində vakansiya ilə bağlı izləmə cədvəllərimiz də mövcud olacaq. İzləmə cədvəllərimizdə biz nələri keçəcəyik? Bizim avtomatlaşdırılmış şəkildə ştat cədvələ əsasən vakant vəzifələrin adlarını, yəni bütün prosesi necə apardığımızı biz bir database hazırlayacağıq. Həmin cədvələ əsasən bu bizim keçid yolumuzdur. Bu şəkildə düşünə bilərik. Pivot table'ları necə hazır edirik və hansı formulalardan istifadə edirik. Yekun nəticə həmin dataların əsasında biz recruitment matrixləri necə hesablanır, yəni bu baza olaraq təqdim edirik və növbəti mövzumuz isə elektron ünvan tənzimləməsidir. Elektron ünvan tənzimləməsi mövzuda biz Gmail ünvanında labelların hazırlanması, rənglənməsi, alt labelların hazırlanmasını təqdim edəcəyik. Gmail ünvanında filtrlərin tənzimlənməsi və auto reply tənzimlənməsi də mövcud olacaq.
qısa şəkildə sizə izah edim. Yəni email üzərində biz həmin e-maili tənzimləyirik və qovluqlardan ibarət olan bir email hazırlanır. Misal üçün ümumi sizin inboxa gələn mailləriniz hər hansı bir vəzifələr əsasən onları fərqləndirmək istəyirsinizsə, alt label'a daxil olub, vəzifənin adına daxil olub, konkret CV-lərinizi tapa bilərsiniz. Bu sizin vaxtınızı səmərəli şəkildə istifadə edilməsinə kömək edəcək və proseslərin daha avtomatlaşdırılmış şəkildə təqdim olunacaq. Bu proses daha ən çox, yəni əgər ödənişli proqramlardan istifadə edə bilmirsinizsə, əl çatan prosesi istifadə etmək istəyirsinizsə, sizə köməyə gələcək. Və bizim son mövzumuz prosedurların hazırlanmasıdır, yazılmasıdır. Yəni işə qəbul proseslərinin addım-addım xəritəsini hazırlanmasıdır. İşə qəbul prosedurun strukturudur. Prosedur yazarkən hüquqi və əməliyyat baxımından əsas məqamlardır. Bununla da bağlı biz işə qəbul prosesi, yəni ümumiyyətlə bildiyiniz kimi hər departamentdə, hər şöbədə, hər prosesdə bir qayda var. Bu qaydanın da adı prosedurdur. Proseduru, yəni əvvəldən axıra kimi həmin addımları izah edərək və yekun nəticəyə proses harda bitir və harda başlanır bilmək üçün, yəni bu prosedurlar hazırlanır. İşə qəbul proseduru, baxın, onları texniki tərəfindən necə hazırlanır və mündəricət necə hazırlanır, istədiyiniz məlumatı tez bir zamanda əldə edilməsi üçün, yəni keçidlərlə, baxın bu şəkildə keçidlərlə istədiyiniz səhifəyə keçid edəcəksiniz. Bu da sizin vaxtınızı səmərəli şəkildə və daha peşəkar şəkildə, işinizi peşəkar şəkildə təqdim edilməsinə köməklik göstərəcək. Və həmin bu işə qəbul prosedurların hansı proseslərdən keçdiyini göstərəcək, abreviaturalar nələr olur və hansı cədvəllərdən, hansı datalardan istifadə edəcəksiniz. Burada hər şeyi izah edəcəksiniz və eyni zamanda da yekunda cədvəllər və anketlərdən vizual şəkildə göstərməli olacaq. Yəni proseslər nə cür keçir? Misal üçün, sınaq müddətinin qiymətləndirmə formu onun əlaqəsini göstərəcək. Və yekunda bizim modulumuzun axırıncı hissəsində bizim F tapşırığımız olacaq və həmin prosesləri konkret texniki tərəfindən və praktik tərəfindən necə icra edəcəyinizi göstərəcəksiniz. Eyni prosesləri, keçdiyimiz bütün prosesləri tapşırıq üzərində olacaq. Həm vakansiyaların statusların, uçotların cədvəlləri olacaq, həm elanlar hazırlayacaqsınız. Artıq biliklərinizi praktik şəkildə istifadə edəcəksiniz və bu da sizin bilikləriniz daha səmərəli şəkildə istifadəsini göstərəcək. Email filtrləri tətbiq edəcəksiniz və yekunda da işə qəbul prosedurunu hazırlayacaqsınız. Yəni, mənim mövzum bu qədər. Kiminsə sualı varsa, buyurun. Hər kəsə uğurlar arzu edirəm. Çox sağ olun Emiliya xanım, ətraflı məlumat üçün. Ümumiyyətlə, burada qeyd olunan məlumatları, burada olan bəzi iştirakçıların bilməməsi, bilmədim, yaxşıdır, pisdir, amma ən azından belə bir funksionallığın var olduğunu indi bilməyənlər üçün təbii ki, bildirəm. Ən azından ya bu master-klassdan deyək, webinardan sonra araşdıracaqlar, ya da bizim vasitəmizlə deyək ki, müəyyən qədər dəstək olacaq, öyrənib sonra işlərində tətbiq edəcəklər. Ən azından belə bir fərqindəliyin bilməyənlər fərqində olmuş oldular deyə düşünürəm. Təşəkkürlər. Sualları istəyirsə Emiliya xanım, sizlə də bağlı istəyirsiniz varsa əgər sonda alarıq, sizə də uyğundursa əgər. İsmixan bəy buradadır. İsmixan, sözü verək sənə. Axşamınız xeyir olsun, xoş gördük hər birinizi. Coşqun, Emiliya xanım, Naibə xanım, çox sağ olun, ətraflı məlumat verdiniz proqram haqqında. Mən də biraz işin analitika tərəfindən danışacağım. Hansı ki, əslində Coşqun proqramın, belə deyim, ideyasını müzakirə edərkən dedi ki,
analitika ilə bağlı nələr ola bilər dedim. Coşqun, mənim ən sevdiyim bir ifadə var. Peter Drucker'in. Hətta paylaşım belə bir göz yaddaşımıza da qalsın. Onu səsləndirmişdim xatirindədirsə. Ümid edirəm ekranım görsənir. Görsənir. Yes. Bu ifadəni səsləndirmişdik ki, ölçmədiyinizi idarə edə bilməzsiniz. Bu Peter Drucker'in bəlkə də analitiklara vizyon verən bir sözüdür. Və HR-da bir çox proseslər var ki, və bunların da mənə görə başlıcası ilə işə qəbuldur ki, burada işin metrik tərəfi, ölçüm tərəfi çox kritik rol oynayır. Niyə? Çünki biz bəzi şeylərin, bəzi proseslərin effektivliyini, bunun zaman effektivliyini, xərc effektivliyini, resurs effektivliyini və s. və axır ölçmədən bunun nə qədər doğru işlədiyini analiz etməyimiz bir qədər imkan xaricində olur. Niyə ölçmək sualının əslində cavabı tam olaraq budur. Yəni, idarə etmək istəyirik, daha yaxşı bir hala gətirmək istəyirik və təkmil bir sistem qurmaq istəyirik. Okay. O zaman baxaq, bəs necə ölçəcəyik və nəyi ölçəcəyik hissəsinə. Burada bir qədər daha prosesi interaktiv aparmaq üçün sizin dəstəyinizə ehtiyac olacaq, yoldaşlar. Və bu suallar nəticəsində əslində biz nəyi və necə ölçəcəyimizi müəyyən edəcəyik. Hansı ki, birinci sualı mən səsləndirim, siz sadəcə handshake eləsəz və ya əl qaldırsaz, mən sizə söz verərəm. Belə bir sual gəlib, belə bir situasiyadan qarşılaşmışıq. Baş mühasib vəzifəsinə əla namizəd tapmışıq, amma ən yaxşı halda illik hesabat vaxtından sonra işə qəbul ediləcək. Nəyi doğru etməmişik, yoldaşlar? Fikirlərinizi alım. Bu arada yanlış və ya doğru deyə bir şey yoxdur, sadəcə fikirlərinizi bölüşün. Sualı təkrar Açıram. səsləndirsəz. Planlamadır məncə orada. Planlama olmalıdır deyə düşünürəm, amma sual tam. Baş mühasib vəzifəsinə əla namizəd tapmışıq, amma ən vacib vaxtdan sonra gələcək. Yəni illik hesabatdan sonra gələcək. Planlama yazanlar var. Səsli formada ifadə eləmək istəyənlər varsa daha maraqlı olar. Yəni illa ki də planlamadır, amma bir şeyin konkret bir nüans var, yoldaşlar. Yəni işə qəbul mütəxəssislərinin kifayət qədər çox eşitdiyi bir fraza var. 3R məsələsi var. Doğru insanı doğru yerə və doğru zamanda gətirmək məsələsi var. Yəni əslində ilk ölçəcəyimiz məsələ prosesin zaman effektivliyi olacaq. Yəni biz çox yaxşı işə qəbul prosesində çox möhtəşəm üstü, super bir namizəd tapa bilərik, amma onu doğru zamanda gətirmədiyimiz sürəcə onu komandamıza cəlb etməyin bir əhəmiyyətini və effektivliyini çox az görmüş olacağıq. Və ya zaman-zaman rekrutmentdə ən çox rastlaşılan digər məqam budur ki, bəzən süreç o qədər uzun olur ki, artıq namizəd gözləmək istəmir. İşte offer çox gec verilir və ya müsahibə nəticəsi çox gec bilinir. Bəzən işin o security check tərəfi var, təhlükəsizlik yoxlanışı tərəfi bir qədər uzun çəkir və bunların sonucunda biz yaxşı namizədi ya əldən buraxmış oluruq və ya bizə lazım olan vaxta gətirməmiş oluruq. Okay, o zaman hansı prosesi, hansı müddətə etməli olduğumuzu metrik olaraq ölçümlərini sizinlə danışacağıq və burada da təbii ki, müxtəlif üsullar, metodlar var, hansı ki, işte vakansiyanın doldurma müddəti və ya işə qəbul prosesinin komplektləşməsi müddəti. Bu metriklər bizim əsas baz alacağımız mövzu olacaq işin zaman effektivliyində. Digər bir sual var. Vakansiya elanını LinkedIn-də paylaşmışıq. 20 CV gəlib, amma HR elan az saytında, ixtiyari bir elan saytı deyək, 300 CV almışıq. Niyə bu qədər fərq var və hansı daha çox fayda verir? Yenə sizdən cavabları alın. Zəhmət olmasa ilkdən qoya bilərsin. Tamam, qoyun. İşte bir vakansiyada elanla LinkedIn-də paylaşdıq, 20 CV gəldi. Hər hansı bir elan saytından isə 300 CV aldıq. Bu fərqi yaradan amil nədir və hansı LinkedIn yoxsa bu sayt daha çox fayda verir deyə bir sual vermişik. Yəqin istifadə kütləsinə görə müəyyən edilir də. Mən düşünürəm, Biraz
Saytda məsələn bir şey axtaranda daha tez əldə edirik, amma LinkedIn-də o dəqiqə düşünürəm ki, tapmaq çətin olur. Məsələn, saytda bir şey yazanda məsələn də Glory-ni götürək. O dəqiqə nə qədər şeylər gəlir. Amma LinkedIn-də elə olmur. Bəzən Tamam. yazırsan, Aa, Leyla xanım, yaxşı nüansdır. Digər yoldaşlara da söz vermək anlamında çox üzr istəyirəm. Biraz qısa tutmaq zorunda qalacağıq. Diqqətinizdə qalsın, buna bir ekstra sual verməklə daha aydın bir cavabı formalaşdırmış olacağıq. Günay xanım, sizin fikrinizi eşidək. Mən düşündüyüm qədərində belədir ki, meta düzgün formalaşmayıb da. Yəni nə qədər namizəd yığılmalıdır, planlanmalıdır. Yəni bu dərəcədə. Bir də orada siz sonda bir qeyd elədiniz. Sualın axırında nəsə var idi. Niyə namizəd? Niyə bu qədər fərq var? Axşamınız xeyir müəllim. Mənə elə gəlir ki, birinci hansı vakansiya üzrə axtardığımıza baxmalıyıq. Sonra harda axtardığımıza baxmalıyıq. O 3R qaydasıdır yenə. Super. Nərmin xanımı bir eşidək. Sonra Aynur xanımın fikrini eşidək. Mən Tamam. kommentləri də oxumağa çalışıram, amma çatdıra bilmirəm. LinkedIn daha professional bir şəbəkədir. Az CV gəlsə də keyfiyyətli və uyğun namizədləri seçmək olur. Məsələn də Hello Job saytı misal göstərək, daha geniş auditoriyaya hesab edir, belə düşünsək, daha çox CV gəlir, amma hamısı da uyğun olmur. Yəni ikinci hal desək, yəni CV çaxlığına yox, uyğunluq və keyfiyyət önəmlidir. Yəni burada belə düşünürəm. Çox sağ olun. Super bir nüans idi. Əla. Aynur xanım, sizin də bir cavabınızı eşidək sonra. Bəli, axşamınız xeyir olsun hər birimizin. Biz iş elanı verməmişdən öncə dəqiqləşdirməliyik ki, bizim axtardığımız vəzifə hansı kateqoriya üzrə axtarırıq. Fəhlə kateqoriyasıdır, mütəxəssislik, kiçik mütəxəssisdir, yoxsa biz belə deyək, rəhbər bir şəxsimi axtarırıq. Və bu nüansa fikir vermək lazımdır. Əgər aşağı kateqoriya işçilər axtarırıqsa, elan saytları bizə daha çox köməyimizə çatacaq. LinkedIn-də əsasən mütəxəssis və bir üst kateqoriyaya aid edilə bilər axtardığımız belə deyək, namizədlər. Buna fikir vermək lazımdır. Fərq də ona görə yaranır ki, yəni bizim qoyduğumuz tələblər, vakansiya tələblərinə elan saytlarına çox insan, yəni hər bir kateqoriyadan olan işçi iş axtaran şəxs müraciət elədiyi üçün çox CV gəlir oradan. Yəni fərq bundan ibarətdir. Tamam. LinkedIn-də hal-hazırda Azərbaycanda belə deyək də bütün kateqoriya üzrə işçilərdən işçilər istifadə etmir onu. Oradan az CV gəlməsinin səbəbi budur. Bayaq bir belə deyək, Günel xanım idi, səhv eləmirəmsə, vurğuladı ki, daha peşəkar şəxslər LinkedIn üzərindən bizə əl çatan ola bilirlər. Fərq bundadır. Çox sağ olun. Tamam, minnətdaram. Çox sağ olun yoldaşlar. Hər birinizin kommentləri təbii ki, belə deyim, kifayət qədər haqlı məqamlar var. Kommentləri də bacardığım qədər oxudum. Burada da bir qədər, belə deyim, iki tirəlik yaranır, fərqli fikirlər mövcuddur. Dediyimiz kimi, yəni bu кейslərin heç birisində yanlışdır və ya doğrudur deyə bir şey yoxdur. Aynura xanım bir qeyd elədi, dedi ki, işte LinkedIn üzərindən çox istifadə olunmur. 2025-ci ilin yanvar ayının 1-nə olan məlumata görə bu X platformasında Elon Musk'ın hoqqalarından sonra oradakı əsas auditoriya LinkedIn-ə köçüb və 1 milyarda artıq keçib istifadəçi sayı. Ölkəmizdə hələ də o qədər aktual sosial şəbəkə olaraq istifadə olunmur təəssüf ki. Özəlliklə də komitədə qeyd elədiyiniz kimi o mavi yakalılar tərəfindən. Olay əslində tam olaraq budur yoldaşlar. Sizin də qeyd elədiyiniz kimi biz kimi harda axtaracağımıza öncəliklə qərar verməliyik. Hansı ki, Coşqun da, Naibə xanım da qeyd elədi bu nüansı. İşə gəlib planlamadan başlayır. Yəni biz planlamada bu suallara cavab verməliyik. Ondan sonra artıq dedim, hansı məcrada axtarış etməyimizə qərar verməliyik. Yəni işte daha yaxşı balıq dənizdə olur, okeanda olur. Ona görə biz çayda axtarış edəndə hər halda balina tutmağı gözləməyəcəyik və ya maliyyə direktoruna əlimizdə bukletlərlə üstədə axtarmayacağıq. Bu da aydın məsələdir. Okey, bunun işin analitik tərəfi ilə nə aidiyyəti var desəz, yoldaşlar, bunların hər birisi vaxt israfıdır. Hansı ki, Naibə xanım da qeyd elədi. İndi bizim ölkəmizdə o qədər belə çox CV göndərmə meylimiz yoxdur, amma biraz kənara geçsək ölkəmizdən, biraz qərbə doğru irələsək, görərik ki, bir vakansiyaya minlərlə bəlkə də CV gəlir. Okey, indi biz bir vakansiyanı paylaşdıq. LinkedIn-dən 20 CV gəldi. Hansı ki, sizin də qeyd elədiniz kimi, bu 20 CV-dən 10'u uyğundur fərz edin sizin tərəflərinizə.
Yəni 50% bir effektivlik var axtarış prosesində. Bir də 200 CV əldə eləmisiniz hər hansı bir saytdan. Buradan da 10 uyğundur. Yəni nisbətə baxsaz birində 50%, birində 5%lik bir effektivlik var. Yaxşı, biz sayta bir ödəniş elədik. Tamam. Rekruterə bu 200-300 CV-ni analiz eləməyə görə ödəniş elədik. Bu da okey. Bəs bunun sonucunda bizə lazım olan adamı tapmaq mı? Yox. Yəni o qədər sərf elədiyimiz vaxta və sərf elədiyimiz məbləğə dəyməyəcək bir şeylər idi. Bu rekruterin analitika tərəfi də, rekrutment prosesinin analitika tərəfi də onu deyir ki, mən hansı kanaldan istifadə etməli olduğuma yalnız datalar əsasına qərar verə bilərəm. Yəni buradan gələn şəxslərin, buradan gələn CV-lərin nə qədər uğurlu olduğunu keçmiş historik dataya görə analiz edəcəm və qərar verəcəm ki, artıq sizin də bildirdiyiniz kimi maliyyəçiləri HR elan az saytdan axtarmayacaq. Çox CV gəlir, amma istədiyimi tapa bilmirəm. Və ya işte mavi yakalları LinkedIn-dən axtarmayacam. Çox az CV gəlir elanlara və ya işte reklamlara və s. Kifayət qədər hət çəkmiş oluram. Yəni əslində buradakı qeyd etdiyimiz kimi əsas nüans da bizim hansı kanalın daha effektiv olmasını müəyyən etməyimiz idi. Bu da təbii olaraq planlamada aşkarlanır, hansı kanalın daha effektiv olduğunu müəyyən etmək zərurəti yaranır. Amma planlamada da ən doğru qərarı vermək üçün yenə işin analitik tərəfinə yönəlmiş oluruq ki, biz data əsasına qərar verək. Burada da yazaq kanal effektivliyi. Yəni işə qəbul kanalının effektivliyini də məhz analitik ölçmələr nəticəsində müəyyən etmiş olacağıq yoldaşlar. Okey. Yenə sizə eşidək. Test mərhələsindən 50% nəticə göstərən namizəd müsahibədən 90 bal toplayıb. Birinci mərhələ shortlist mərhələsi deyək. Yəni namizədlərin sayını azaltmaq üçün çox olduğu təqdirdə test mərhələsi eləmişik və seçdiyimiz namizəd oradan 50% nəticə göstərib. İkinci mərhələ keçirmişik. Ortalama bir göstərici olaraq müsahibədən 90% bir bal toplayıb. Bir qəribəlik var bu prosesdə. Buradakı qəribəlik nədir? Cünay Tağızadə, buyurun. Bu vəsiyyətə hardan yaxud da kiminlə işlədiyimiz bağlıdır. Necə bir əmək istəyiriksə ona bağlıdır. Çünki ola bilər ki, məsələn, müsahibə mərhələsində ünsiyyət tipli bir vakansiyadır və müsahibə mərhələsində o ünsiyyəti ilə yüksək nəticə göstərir və test mərhələsində bu bacarıqlarını göstərə bilmir. Bu sırada keçirə bilərik. Okay. Amma məsələn bizə Excel və yaxud da ki tutaq ki, daha çox mühasibatlıq elanlarında bu tiplə olur da. O tipli hansısa proqramlar barədə olan suallar verilir və o suallardan 50% nəticə toplayandan sonra müsahibədə nə qədər yüksək toplasa da, müsahibədə 30% toplayandan belə bir növ daha az peşəkar sayılır. Tutaq ki, 70% test mərhələsində toplayıb, müsahibə mərhələsində 50 toplayıbsa, müsahibə mərhələsində 90% toplayandan, yəni bu şəxsdən daha yaxşıdır. Çünki o testin əsas hissəsini, prosesi bilir. Okey. Nərmin xanım da sizin də yanaşmağınız genəldə tələb olunan kompetensiyalar üzrə oldu. Yanlış deyil təbii ki. Hiss olunur ki, bir rekruter yanaşması var, yəni bir seçici yanaşması var. Bir də işin biraz data tərəfi var. O maraqlıdır. Görək başqa nə fikirləriniz var? Ola bilər ki, o qədər də yaxşı deyil, amma özündən əmindir. Potensialı var, şifahi müsahibədədir. 90%. Yəni, okey. Şəxsiyyətə yönəlmişik. Yoldaşlar, biz qeyd elədik, biz birinci mərhələni niyə eləmişdik? Xatirinizə qalıb qiymətlənmənin birinci mərhələsini. Test elədik birinci. Sonra müsahibə. Namizəd sayı çox idi ona görə. Supersiz, əla. Namizəd sayımız çox idi. İşte biz qiymətləndirməyə atıram işte 50 nəfər, bir dənə mühasib götürəcəyik. 50 nəfər keçirtmişik. Uyğundur CV-ləri. Yox deyə bilmərik. Test elədik və işte ortalamadan yuxarı olanlarda müsahibəyə keçirtdik. Dediyiniz nüansların təbii ki, dediyimiz kimi yanlış olan bir hissəsi yoxdur. İşin sosial tərəfi, işin o davranış səriştəlikləri kifayət qədər önəmli məqamlardır burada. Amma bir də baxırıq ki, mənim bu iki qiymətləndirmə alətim arasında bir korrelyasiya varmı, bir əlaqə varmı, yəni bir məntiqi uyum varmı? Mənim əgər orada 50% toplayan namizədim müsahibədə 90% toplayıbsa, okey, burada bir narahatlıq yaranır. 30% nəticə göstərən, testdən 30% nəticə göstərən və mənim növbəti mərhələyə buraxmadığım yoldaş bəlkə də daha yaxşı idi.
Artıq əlimdən çıxıb, artıq o adamı görə bilmirəm. Demək ki, danışdıqlarımızın yekunundakı məntiqimiz nədir yoldaşlar? Alətlərin effektivliyi. Yəni 2, 3, 5, 10 fərqli ola bilər. Alətlərin effektivliyini ölçəcəyik. Yəni burada hər bir alətin fərdi effektivliyindən daha önəmli bir şey varsa rekrutmentdə, o da bir-birini dəstəkləməsidir. Yəni bir zəncirvari sistem olmalıdır. Adətən HR-lar çox narahat olurlar yalnız müsahibə əsasına qərar verməkdən. Niyə? İşte müsahibə lotereyadır və 50-50-yə, yəni həmin günkü moodu, həmin günkü işte o gəldiyi halı və s. və ilaxır, bu çox təsir göstərə bilər nəticəyə. Bütün bunların fonunda dəyərli həmkarlar, sizin hər bir alətiniz 3, 5, 10 mərhələ, məsələn, dövlət qulluğunda işte bəzən 6-7 mərhələ olur işə qəbul süreci. Bunların hər birisinin bir-birinə bir input olmalıdır, yəni bir təsiri olmalıdır. Yoxsa hər birisinin ayrı-ayrılıqda bir təsir imkanı olsa, o zaman niyə 5 mərhələ edirik ki? Elə zaten bir mərhələ etdiyimiz təqdirdə, yəni son mərhələ etdiyimiz təqdirdə ona görə qərar verəcəkdiksə, boşuna vaxt itirmişik deməkdir. Yəni bu alətlərin bir-birinə qarşılıqlı korrelyasiyasına, reqressiyasına baxmış olacağıq. Yəni bu metodlardan, modellərdən danışmış olacağıq. Digər bir кейsə baxaq sizlə. Əla rekruterimiz var, vakansiyanı ən tez o doldurur. Bəs vakansiyalar hansı müddətə yenidən yaranır və yeni işçilər necə performans göstərir? Rekruter superdir. Biz adətən əla rekruter ona deyirik ki, vakansiyanı ən tez o doldur. Sadəcə burada bizim altından xətt çəkəcəyimiz digər 2 məqam yaranır. Tamam doldurdu da, doldurduğu vakansiyalar hansı müddətə yenidən yaranır və işçi aldığı işə, onun prosesindən keçirməklə, onun rəhbərlik elədiyi prosesin sonucunda qəbul etdiyimiz işçilər necə performans göstərir? Buradakı məntiq nədir yoldaşlar? Bunu niyə sorğuluyuruq? Günay xanım. Ehtimal ki, məsələn biz müsahibə mərhələsinə namizədi çağırırıq və onu tam da lazım olan qədər testdən keçirmirik. Yəni necə verdiyimiz suallar, müsahibədə verdiyimiz suallar vakansiyaya uyğun olmur. Ki, qarşılaşdığımız məsələlərdən bunlar çoxdur. Okay. Optmenager vakansiyası üçün bizə satış məlumatlarından soruşulur və s. O görür ki, sən satışa uyğunsan və səni ofis menecerinə göndərir. Sən ofis menecerliyini bacarmayacaqsan, sən insanlara satışı bacarırsan, bir yerdə oturmağı bacarmırsan, orada dözmürsən, çıxırsan və yaxud da ki, əksinə. Tamam, çox sağ olun komment üçün. Yaxud ki, uzun müddət qalması artıq yenə də o da işçidən asılıdır. Yəni işçi orada çox uzun müddəti əgər yuxarı qalxa biləcəyi bir yer olaraq görüb qalırsa və yaxud da ki... Günay xanım, sadəcə işçidən mi asılıdır sizcə? Soft bacarıqlığı. Yəni düzgün seçib, Orada amma qısa müddətdə də çıxır və yaxud da uzun müddət qalırsa, bəzən qısa müddətdə çıxmağı həm də işçidən asılıdır. Sözünü düzgün, fikrimizi düzgün. Tamam. Başqa yer, daha yaxşı yer tapıb. Tamam, okey, super. Aynur xanım. Burada sınaq müddəti variantasiya prosesi önəmlidir. Nəyə görə? Həm işçi şirkəti tanıyır, həm də ki, şirkət rəhbərləri, kimdən işləyirsə, line manager işçini tanıyır. Həm vəzifə öhdəliklərini daha yaxşı bilir, şirkətə belə deyək, mədəniyyətinə uyğunlaşa bilirmi, uyğunlaşa bilmir. Bəlkə də onların axtardığı namizəd 5 illik təcrübəsi olan beynəlxalq şirkətlərdə işləmiş bir şirkətdir, amma işə girdiyi şirkət yerli bir şirkətdir. Burada davranışsal, səriştə və s. uyğunsuzluğu baş verəcəkdir. Ona görə namizədin xoşuna gəlmir və yaxud da ki, vədlər, intervyu prosesində verilən vədlər deyilə bilər ki, performans menecment sistemi var, dəyərləndiriləcək vəzifə yüksəlişi, karyera planlaması, amma işçi işə gəlir, görür ki, bunlar real deyil, problem yaranır. Əla, super. Deməli, yoldaşlar, belə deyim, bunun normalda bu bir maliyyə yanaşmasıdır, amma əslində bu prosesə baxanda görürük ki, elə HR-da da eyni məsələ var. 3 nüans var ki, bunların bir-biri ilə çox sıx əlaqəsi var. Bir o qədər də o maqnitin əks qütbləri kimi bir-birini çəkir, həm də eyni qütbləri kimi bir-birini itir. Məsələ nədir? Bunu xahiş edirəm bir bina tikintisi olaraq düşünün. Heç işə qəbulu qoyaq bir kənara. Zaman, keyfiyyət və xərc. Bir şeyi qısa zamanda etmək istəyiriksə, burada xərc artacaq,
keyfiyyət azalacaq. Əsasən genəlləmə belə bir korrelyasiya var. Bir şeyi az xərclə etmək istəyiriksə, keyfiyyət azalacaq, zaman artacaq. Və ya bir şeyi çox daha keyfiyyətli etmək istəyiriksə, xərc artacaq, zaman artacaq yoldaşlar. Bu rekruterimizdə biz müşahidə etdiyimiz situasiya nə idi? Bu yoldaş çox tez doldurur vakansiyaları. Amma bizə işin kəmiyyət tərəfi ilə yanaşı işin keyfiyyət tərəfi də lazımdır. Hansı ki sizlər də qeyd elədiniz əslində, yəni fikirlərinizdə. Ki bizim doğru adamı seçməyimiz sadəcə qısa zamanda seçməyimiz anlamına gəlməməlidir. Yəni burada bazarda belə bir algı var ki, yaxşı rekruter adətən sürətli rekruterə deyirlər. Yox, qətiyyən belə deyil. Bunu özünüz də dəfələrlə müşahidə eləmisiniz. Bizim bəzən ötəri qərar verdiyimiz, sürətlə qərar verdiyimiz və işə aldığımız şəxslər bizə daha böyük problem yaradır. Və sonucunda nə yaranmış olur? Yəni yenidən onun işdən çıxması ilə yeni əlavə vaxt, yeni əlavə xərc və sair və ilaxır. Və kommentlərdə bunu oxumuşdum. Sizin yazdığınız kommentlərdə belə bir ifadə vardı. Dəyərlərinə uyğun, şirkətin dəyərlərinə uyğun və ya o mühitə uyğun şəxslərin seçilməsi, bu da bir o qədər önəmlidir. Yəni bəzən biz çox overqualified namizədlər görə bilərik ki, bu okey, bizim komandamıza çox uyğundur. Yəni bizə bu şəxslər lazımdırmı? Çox uyğun şəxslər, biraz balansı pozacaq və sair və ilaxır, belə problemlər yaradacaq. Yəni burada rekruterin performansını ölçmək üçün sadəcə onun hansı müddət doldurulmasından daha önəmli şeylər də onun o vakansiyanın nə qədər müddətdən bir doldurmasıdır. Yəni mən götürəcəm işçini 2 aydan sonra çıxacaqsa mən nə işlədim ki? Yəni buna biz vakansiyanın doldurma sürəcinə bir şey kimi baxmaq doğru deyil. Yəni biz buna bir işte ağrı kəsici atım, başımın ağrısı kəssin modeli ilə baxmalı deyilik. Yəni bu ağrının səbəbi aydın olmalıdır. Yəni vakansiya bir ağrıdırsa əgər və biz bunu müalicə etməliyik. Yəni bunu təxirə salmamalıyıq, uzun sözün qısası. Digər bir məsələdə dediyimiz kimi işçinin performansıdır. Yəni yaxşı rekruterin performansı onun işə qəbul etdiyi şəxslərin performansı ilə düz mütənasibdir və biz məhz bu bölmədə, bu modulda bunların arasındakı əlaqədən danışacağıq. Rekruterə necə doğru KPI qoyulmalıdır və necə daha dürüst fəaliyyət göstərməsinə zəmin yaradılmalıdır. Siz də onları öz işinizdə tətbiq edərək daha yaxşı nəticələr əldə etmək imkanlarınız olacaq təbii ki. Yəni burada nə deyirik? Rekruterin effektivliyini ölçəcək yoldaşlar. Və baxaq sonuncu кейsə, işə qəbul komandamıza yeni rəhbər gələndən sonra proseslərin sürəti artır. İşə qəbul agentlikləri ilə və çoxlu sayda elan saytlarına əməkdaşlıq eləyirik, referans proqramlarda elan eləmişik, yəni daxildən deyirik ki, yaxşı namizədi referans elə, onun əmək haqqısının 30% qədər sənə bir mükafat verək. Əməkdaşlarımız arasında belə bir referans proqramlar eləmişik. Hər şey əla görsənir. Vakansiyalarımız daha yaxşı dolur, daha yaxşı namizədlərlə dolur, daha sürətli dolur. Amma sizcə artan yalnız sürətimizdirmi yoldaşlar? Burada başqa artan nə var? Proseslər. İşin keyfiyyəti də artır məsələn. Okey, əla, keyfiyyət artır. Başqa? Bəs negativ olaraq görsənən nə artır? Xərclər artır, xərclər. Super Eşkin bəy. Tam da buydu olay yəni. Biz zaten az öncə danışdıq bundan. Keyfiyyət, zaman və xərc məsələsindən danışdıq. Okey, biz bir şeyi çox sürətli edə bilərik, rekrutment prosesini. Müxtəlif agentliklərə 10 minlərlə vəsait xərcləyə bilərik, saytlara, reklamlara və sair və ilaxır. Bunun sonucunda əslində mahiyyət etibarilə, yəni kapitalist cəmiyyəti düşünsək, işin biraz fəlsəfəsinə insək, bizim işçiyə verdiyimiz əmək haqqı onun yaratdığı dəyərlə mütənasib olmalı yoldaşlar. Və işçiyə verdiyimiz əmək haqqının üzərinə bir də bizim rekruter xərclərimiz əlavə olunur. Biz işçiyə 1000 manat əmək haqqı veririk, o işçini tapıb gətirməyimizə 10.000 manat xərcləyirik. Sonuçda bu əməkdaş tutaq ki, il ərzində bizə 3-4 min manatlıq şərti olaraq deyirəm, bunun ROI-sini ölçmək olduqca mürəkkəb məsələdir. 3-4 min manatlıq bir dəyər qatırsa, o zaman mən neynədim ki? Yəni, astar üzündən baha bir proses yönətmiş oldum. Bütün bax bu nüansların sonucunda bizə maraqlı olan ən sonuncu məsələni qabartmış olacaq. Yəni prosesin xərc effektivliyini ölçmüş olacaq.
Yuxarıda qeyd etdiyimiz kimi zaman effektivliyi, işə qəbul kanalının işləmə effektivliyi, alətlərin effektivliyini, rekruterin effektivliyini, yəni icraçının, o prosesi yönətənin effektivliyini və ən sonuncu da işin monetar tərəfini, yəni xərc effektivliyini ölçmüş olacağıq yoldaşlar. Bunlar üçün təqribən bizim 20-yə yaxın irili xırdalı metriklərimiz olacaq. Amma əsasən də bu gördüyümüz kimi praktiki belə deyim tapşırıqlar, кейslər üzərindən getməyə çalışacağıq ki, tam olaraq sizin təcrübənizdə potensial qarşılaşa biləcəyiniz situasiyaları görəsiniz. Sadəcə nəzəriyyə odaqlanmayaq təbii olaraq. Okey, məndən bu qədər. İndi növbə sizindir yoldaşlar. Bəli. Sual-cavab keçdik. Çox sağ olun, təşəkkür. Təlimə keçdik biraz. Webinardan keçdik, təlim oldu. Çox maraqlıydı bu arada. Çox sağ ol İsmixan. İndi yoldaşlar, suallar yekun olaraq Naibə xanımın danışdığı hissə ilə bağlı və Emiliya xanımın və ya İsmixan bəyin danışdığı hissə ilə bağlı suallar varsa sualları alarıq. Burada sırf təlimlə bağlı suallar olsa, əslində yenə də vaxtımızın itməməsi baxımından mən xahiş edəcəm ki, bunu komandaya bildirərsiniz. Elə Masterclass qrupunda bizim əməkdaşların hər birinin əlaqə nömrəsi var HR Option'un. Orada yəni sırf təlimlə bağlı və ya oradakı detallarla bağlı sualları ora bildirə bilərsiniz. Amma sırf İsmixan bəyə, Emiliya xanıma və Naibə xanıma danışdığınızla bağlı suallarınız varsa, buyurun. Buyurun Fatimə xanım. Bir daha axşamınız xeyir. Mən bayaqki sualımı qeyd etmişdim. Yenə də səsli olaraq da bildirim. O 360 və 361-in fərqini konkret. Bir də ki, vakansiyaların hansı növləri var? Okey. Vakansiyaların hansı növləri var? Sualı Naibə xanıma ünvanlanmış sualdır. Amma ümumiyyətlə, yoldaşlar, Recruit 361 proqramı əslində bu 361 dərəcəli qiymət, yəni 361 dərəcəli qiymətləndirmə 361 deyil. Bunun yanaşması biraz fərqlidir ümumiyyətlə. Yəni mən bu proqramı ilə bağlı bizim komanda ilə müzakirə edəndə, yəni bu proqramın ümumiyyətlə indiyə qədər bu arada qlobalda da bu formatda bir işə qəbul əməkdaşı yetişdirmə proqramı yoxdur. Yəni bunu da araşdırmışam hətta ki, oradan bəlkə nəsə kopyalayaram. Amma gördüm ki, heç qlobal bazarda da yoxdur belə bir təlim proqramı. Ona görə bu təlim proqramını yaradanda adını dedik ki, necə qoyaq ki, bizim belə deyim, proqramın üstünlüyünü çatdıra bilək və bu niyyətdən qoyuldu ki, bu proqram adı. Yəni ümumiyyətlə ölkədə və ya ölkə xaricində var olan işə qəbulla bağlı təlimlər 360 dərəcə sayıqsa, bu 361-dir deməli. Çünki bunun daxilində indi Naibə xanımın dediyi məlumatlara əsaslanaraq, İsmixan bəyin məlumatlarına və ya Emiliya xanımın məlumatlarına əsaslanaraq gördüyünüz kimi burada işə qəbulla bağlı, bir də burada fərqli sektorlar qeyd eləmişdik. İndi fərqli sektorlarla bağlı olan təlimçilər hər biri bir həmin sektorda çalışma müəssisələrində olan şəxslər olacaq. Yəni onlar bugün aramızda yoxdur. Yəni 361 məntiqi oradan gəlir ki, indiyə qədər gördüyümüz təlim əgər 360 dərəcə əhatə etdiyini düşünürdüksə, bu təlim proqramı 360 ola bilməz. Bu deməli 361-dir. Yəni sözünə qüvvət biraz bir ifadə var, out of box məsələsi. Yəni standartlardan bir qədər kənarlaşıb daha real məsələlərə odaqlanmaq üzərinə qurulan bir proqramdır. Yəni adı da bayağı bir kreativlik sərf olunan nüansdır. Super izah edir, super nümunədir. Bəli. Bir də Naibə xanım, buradasınız siz? Mən kameradan görmədim açığı. Mən buradayım. Bu vakansiya növləri ilə bağlı düzdür biz təlimdə danışacağıq, amma varsa bir qeydiniz, Fatimə xanım sual vermişdi, o ilə bağlı bir Bəli, vakansiya növlərindən təlimdə danışacağım. İndi burada danışmağım biraz vaxt az olduğu üçün çox ətraflı məlumat vermək istəmirəm. Qısaca bir cümlə ilə cavab vermək istəyirəm ki, vakansiya növlərindən danışıqda ümumiyyətlə proqnozlaşdırılmış və proqnozlaşdırılmamış vakansiya növləri var. Bəziləri də var. Onların tam açıqlamasını postda verəcəm. Və nə üstünlükləri, nə də avantajları, nəyi necə etməli idi, həm proqnozlaşdırma və ya proqnozlaşdırılmamışda necə bağlanır o vakansiyalar, necə yaranır o vakansiya, necə ərsəyə gəlir, bunların hamısını ətraflı məlumat verəcəm. Aydındır, çox sağ olun. Aynurə xanımın sualı var. Aynurə xanım, təlimçinin adını çəkin, sualı istəyirsə, olmayın. Naibə xanıma vermək istirdim, əgər vaxtı varsa cavablayardı, zəhmət olmasa. Vaxtım var, çox tələsdirir bizi.
Naibə xanım, tutalım ki, biz rekruter kimi çalışırıq, vakansiya tələbi gəldi, elan verdik, LinkedIn-də verdik, saytlarda paylaşdıq, outsourcing etdik ki, lakin rəhbərin, hansı ki, line menecerin heç biri xoşuna gəlmir. Deyir ki, yox, bunların heç biri mənim tələblərimə uyğun deyil. Rekruter, yəni belə olanda necə davranmalıdır, nə etməlidir? Belə qısa bir şərh istəyərdim sizdən ki, məsələn, bunu report mu etməlidir, günah kimdədir? Yəni belə bir situasiya mənə çox maraqlıdır ki, nə etmək lazımdır belə olanda? Mənim hal-hazırda freelance xidməti göstərdiyim bir şirkət var. Böyük bir şirkət, hamı tanıyır o şirkəti, tikinti şirkətidir. Və orada indi hal-hazırda LinkedIn-də görsəz, Instagram-da görsəz satış meneceri axtarıram. Orada da satış direktoru sizin dediyiniz bu xasiyyətdədir. Mən heç kəsi günahlandırmaq istəmirəm, çünki məndə belə bir xasiyyət yoxdur ki, mən deyim ki, sən səhvsən ya sən düzsən, nə də ki, sən günahkarsənsən, problem məndə deyil, səndədir problem. Çünki mən bunu kollektiv olaraq, komanda olaraq şəklində görürəm və hər şey düşünürəm ki, bir yerdə müzakirə edib işi görmək lazımdır. Sizin dediyiniz kimi, belə bir кейsdə mən hal-hazırda özüm indi yaşayıram. Bu HR direktora mən 2 aydır bir dənə namizəd bəyəndirə bilmirəm. Özü də deyir ki, sizin professionallığınıza şübhə yoxdur. Çünki biz artıq 8 ildir çalışırıq həmən şirkətlə də və mənim təqdim etdiyim namizədlərin hamısı götürüblər. Yəni, demək olar ki, 90% götürüblər də. Burada bəyəndirə bilmirəm. Hərdən deyirəm ki, siz artıq kosmosa uçan qız istəyirsiniz də, nə bilim 4 ayaq olsun, 4 əli olsun, bir gözü olsun, nə bilim gözəl olsun, cavan olsun, 20 il təcrübəsi olsun, amma 20 yaşı olsun. Təbii ki, burada nə etmək olar ki, bizim bundan əvvəl qeyd etdiyimiz kimi müəyyən bir kanallar var ki, orada axtara bilərsiniz. Məsələn, deyim ki, model axtarırsınız, sizin LinkedIn-də o tapa bilməyəcəksiniz. Müəyyən bir kanallar var ki, modellər artıq o şəbəkədə oturur. Ya da ki, maliyyə müdürlüyü axtarırsınız, həm müəyyən bir şəbəkə var ki, orada oturur. Satış, belə bir direktorlar var. Deyir ki, mən həm belə istəyirəm, həm istəyirəm. Sadəcə burada bacardığımız qədər kriteriyaları dəqiq öyrənmək lazımdır. Mən burada nə edirəm? Artıq gedirəm həmən satış direktorunun özü ilə otururam, söhbət edirəm. Mən müəyyən bir formalarım var ki, onları göndərirəm. Hər xırdalıqla ki, forma 2 səhifə, 3 səhifə olur, onların hamısını doldurur və artıq məsələn deyir ki, mən istəyirəm burada brand manager də qəbul edirəm. Brand manager göndərəndə kaprizi gəlir, deyir ki, yox, mən artıq brand istəmirəm, istəyirəm ki, satışda olsun. Sonra deyir, satışda istəmirəm. Yəni, görürsünüz, kaprizlər artıq üzə çıxır da. Profesional olaraq günahlandırmaq lazım deyil. Sadəcə başa düşmək lazımdır. Çünki gedişata kriteriyalar dəyişir. Həmən o kriteriyalara biraz flexible olmaq lazımdır. Həm də ki, düşünürəm, biraz da bizim konsultant bacarığımız lazımdır ki, biz də namizədi necəsə bəyəndirməyə çalışaq, ya bu verdiyimiz məlumatla, ya da rəhbərin, məsələn, mənim təcrübəmdə də olub ki, həm rəsmi, həm də qeyri-rəsmi mühasibatlıq üzrə bilikləri olan namizədə deyib ki, 800 manat istəyirəm, mən dedim ki, yoxdur da, yəni sizin istədiyiniz namizəd bu bazarda yoxdur. Və nə etmişəm? Məsələn, bunu əsaslandırmışam, namizədlərlə görüşmüşəm, görüşdüyüm namizədlərin CV-ləri olsun, onlarla ki, müsahibə nəticələri olsun və yekunda həmin bilikləri olan görüşdüyüm namizədlərin əməkli gözləntilərini təqdim etmişəm rəhbərə ki, qardaş, sənin istədiyin budur, amma görürsünüz 800 manat deyil işdir, hamısı 1200-dən başlayır. Düşünürəm ki, bu da bəlkə fayda ola bilər. Bir də əsas məqam burada var ki, məsələn, mən HR direktorla tanış olub, onunla bir saat oturub, onun hansı tipə aid olduğunu müəyyən edəndən sonra mən artıq bilirəm ki, bunun hansı, harada nəyə kaprizi yarana bilər. Bu da təcrübədən irəli gəlir və bunun, məsələn, müsahibədə hansı sualları verə biləcəyini, ümumiyyətlə nəyə fikir verəcəyini mən artıq bilirəm. Ona görə də namizədlərimi hazırlaşdırıram. Yəni, adətən bu deyilir ki, pullu bir xidmətdir də, amma mən öz namizədlərimi ki, intervyuya göndərəcəm, onları bir 15 dəqiqə, 20 dəqiqə onlarla onlayn görüşüb, onları tam satış direktorunun nə görmək, nə eşitmək istədiyini tam hazırlayıb ora göndərirəm. Hətta hansı libas geyinəcəyini, hansı santimetrdə kavluq geyinəcəyini deyə onu da vurğulayıram. Çünki bilirəm ki, bunların hamısına fikir veriləcək də. Ona görə də namizədinizi də hazırlaşdırmalısınız ki, əgər HR direktor belə görmək istəyirsə, başqa hüquqdə gedəcəksə, artıq ön yargılama var da Türkiyə demişkən, orada demək olar ki, 50% düşür. Bəli, bir qeydim dediyim, sonra suala keçeyim. Bir CV, bir namizədlə görüşmüşdüm, çox yaxşı namizəd idi. Bizdə də elə satış vakansiyasına müraciət edən namizəd idi, amma CV şəkli elə şəkli idi ki, rəhbər onu görsə o CV ümumiyyətlə baxmazdı. Deyəcəkdi ki, bu namizədi ümumiyyətlə çağırma, əgər səndən keçibsə belə.
Mən məsələn girib PowerPoint-da yadımda ki, PowerPoint yox, o məsəl Paint proqramında o namizədin şəklini ağardıb, ağappaq, yəni ki, şəkil yoxdur kimi göndərmişdim və əməkdaşı, çünki birini görüşdə namizədi bəyənəcək, amma o CV şəklini müsbət qiymətləndirməyəcəkdir o rəhbər. Eynən, belə dünən məndə olmuşdu, bir xanım göndərmişdi, satışda təcrübəsi vardı, amma necəsə CV-də qeyd eləməmişdi. Mən o ilə müsahibədə artıq belə oldu ki, təcrübəsi var. Hətta tikinti sahəsində vardı, amma nədənsə CV-də yoxdur. Mən elə bir namizədlərin CV-lərini özüm update edirəm və lazım olan qaydaya salıb göndərirəm. Çünki hamı CV yaza bilmir, hamı CV necə tərtib olmalıdır bilmir, biz HR-lar bilirik. Ona görə də HR direktor necə görmək istəyərdirsə, namizədə o şəkildə həm CV-sini, həm özünü hazırlayıb göndərir. Ümid edirəm sualınıza cavab verdim. Zərifə xanım, əl qaldırmışsınız. Bəli, salamlayıram hər kəsi. Mənim sualım əslində hər biriniz olacaq. Təbii ki, cavablandıra bilərsiniz hər biriniz. Ümumiyyətlə, bazarda maaş araşdırması mənə maraqlıdır bu mövzu. Bu mövzu ümumiyyətlə mənə tez-tez soruşulur. Çünki line managerlar müəyyən bir, tək line manager deyil, yəni budget holderlar müəyyən büdcətə tələbi qoyur. Mən onlara sübut etməli oluram ki, məsələn, bu büdcə uyğun deyil. Onlar məndən bazar araşdırması istəyirlər. Məsələn, xaricdə bu praktikada, elanlarda belə maaşı qeyd edir şirkətlər. Hətta Glassdoor deyə bir sayt var. Orada biz bu araşdırmanı çox rahatlıqla əldə edə bilirik. Amma Azərbaycan şirkətlərində təəssüf ki, həm əməkdaşlarla NDA bağladıqlarına görə, həm elanlarda qeyd etmədiklərinə görə çətindir. Mən bu suala sadəcə təqribi cavab verə bilirəm ki, bəzi şirkətlərdə daha çoxdur, amma bu mənə elə gəlir ki, kifayət qədər belə deyək də, əsaslı səbəb deyil. Sizcə belə кейsdə nə etmək olar, necə araşdırmaq olar ümumiyyətlə? Mən öz təcrübəmdən, çox sağ olun sual üçün Zərifə xanım, mən öz təcrübəmdən bir nüansı qeyd edəcəm. Amma təbii ki, yoldaşlardan da daha doğru cavabı bilən varsa qeyd edə bilər. Məsələn, mən istehsalat şirkətində çalışdıqda bizdə ən çox turnover olurdu sırf istehsalat işçiləri ilə bağlı. Bu da tort şokolad istehsalı idi. Yəni tort bişirən ustadır, şokolad ustasıdır. Yəni bu pozisiyalarda bizdə işdən gec çıxışlar çox olurdu. Çünki orada iş şəraitidir, məsafədir, əmək haqqı onsu çox böyük əmək haqqı deyil deyə. Orada elə bir ki, turnover biraz yüksək idi. Məsələn, mən o şirkətə işə başladığımdan 2 il orada çalışdım və 2 il müddətində görüşdüyüm, daha çox tort ustası ilə görüşürəm. Və təbii ki, bu müxtəlif şirkətlərdə olur da. Hər kəsin əmək haqqını qeyd edirdim. Bura kiçik tort ustası da gəlirdi, nə bilim baş tort ustası da gəlirdi, ümumiyyətlə istehsalat rəhbəri də gəlirdi. Yəni bütün bunlar da hər biri təbii ki, ya backgroundu deyək ki, bu tort şirkətlərindədir, ya da hal-hazırda çalışdığı tort istehsalat şirkəti olsun. Yəni hər birinin əmək haqqısını mən özümdə bir şit müəyyənləşdirmişdim və bu şitə yazırdım ki, sabürsün mən hansı şirkətdən deyək ki, mənə şokolad ustası lazımdırsa və ya kiçik usta lazımdırsa və ya nədirsə, mən onu hansı əmək haqqı təklif edərək gətirə bilərəm. Və ya həmin şirkətlərdə verilən əmək haqqını nəzərə alaraq rəhbərə bunu qeyd edə bilirdim ki, həmin şirkətdən 15 nəfərlə görüşmüşəm və ya 10 nəfərlə görüşmüşəm namizəd olaraq, əmək haqqı, məsələn, o şirkətdə əmək haqqı bu qədərdir. Biz amma 400 veririk, onlarda məsələn 450-dir. Və məsafə olaraq da o ünvan ora daha yaxındır, amma o namizədi bizim götürməyimiz üçün onu mütləq minimum 500 verməliyik. Yəni bir mənim təcrübəmdə özüm real olaraq bunu yaşamışam, bunu tətbiq eləmişəm, amma yenə də yoldaşlardan bu suala fərqli cavab olan varsa buyursun. Mən özüm də əslində bu kolorda çox fikir vermişəm ki, onlara direkt soruşanda ki, siz keçmiş iş yerində nə maaş alırsınız və 15 nəfərdən soruşub görəndə ki, eyni şirkətdən o eyni məbləği deyirlər, demək ki, yalan deyil. Amma digər mütəxəssislər ya bildirirlər ki, NDA imzalamışam və yaxud özünüz artıq da soruşmaq istəmirsiniz, düzdür, əslində çox da etik deyil də, siz hal-hazırda nə qədər alırsınız. Daha çox biz soruşuruq sizin expectation'ınızı, o da adətən öz maaşından ya qat-qat artıq, ya müəyyən qədər artıq olur və sizə yanılmış, yanlış bir informasiya kimi olur. Belə bir, yəqin ki, bu daha böyük mövzudur, qısa cavab alınmayacaq. Ümumiyyətlə, bu araşdırmanı edən şirkətlər var, hansı ki, şirkətlərdə bu əmək haqqı ilə bağlı datalar onda olur, təbii ki, ödənişli şəkildə və ya siz də, məsələn, deyək ki, mən istehsalat, tort şokoladı, mən istehsalat sektoruna girmək istəyirəm və orada elə bir ki, öz əməkdaşlarıma deyək ki, bir əmək haqqı verməliyəm də. Bu grading mövzusu var da, məsələn, əməyin ödənilməsi. Ümumiyyətlə, bu prosesdə nə olur? Mən deyək ki, şirkətimin böyüklüyünə görə mənə bənzər şirkətlərdə olan əməkdaşlara verilən əmək haqqı ilə bağlı araşdırma edən şirkətə pul ödəyərək bu sektorda, bu indeksdə olan şirkətlərdəki əmək haqqı strukturuna deyə bir məlumat ala bilirəm.
və ona bənzər özümdəki vəzifə öhdəliklərinə uyğun əmək haqqları öz əməkdaşlarım üçün müəyyənləşdirə bilirəm. Yəni siz dediyiniz araşdırmanı edən şirkətlər var və onlardan həmin əmək haqqı aralığını almaq da ödənişlidir və kifayət qədər böyük summadır. İsmixan səsi açmışdı, deyəsən o da belə bir mövzuya toxunacaqdı. Varsa qeydin bildirə bilərsin. Coşqun elə bildirdiyini demək istəyirdim. Hansı ki, bazarda, Azərbaycan bazarında əslində salary surveylər sayı baxımından o qədər çox deyil, amma ən təkmilləri Korn Ferry, Willis Towers Watson'ın, VTV və Amcamın verdiyi reportlardır ki, biz grading sürəcində bayağı bir hər üç mənbədən istifadə edirik. Amma əksərən bu şirkətlərin də surveyində istədiyimiz məlumatları tapmaq bir qədər məhdud olur. Niyə? Çünki şirkətlər genəldə maaşın ağ tərəfini göstərirlər. Hamının gördüyü tərəfi göstərirlər və bu da bir qədər reallıqdan uzaq olur. Amma ən azından bazarı tanıyan bir rekruterlər bilir ki, medianla yox, 75% ilə, yəni belə deyim də o yuxarı medianla götürsəz, o zaman daha real rəqəmləri almaq olar. Qiymətləri təqribən 1500 avrodan 7-8 min avroya kimi qalxır. Ən güvənilir hansıdır desəz, yəni ən yaxın dataya, real dataya ən yaxın Korn Ferry və VTV-nin dataları daha etibarlı hesab olunur. Çox sağ ol İsmixan. Ceyran xanım, buyurun. Salam, hər vaxtınız xeyir. Əvvəlcə webinar üçün təşəkkür edirəm. Mənim bir sualım var idi. Əslində daha çox dərsin texniki cəhəti ilə bağlıdır. Mən yalnız onlayn qoşula biləcəm, Azərbaycanda olmadığım üçün. Mənə maraqlı idi ki, düzdür, Kübra xanımdan da soruşmuşdum, sağ olsun cavablamışdı. Sadəcə Coşqun bəy, sizdən soruşmaq istəyirdim ki, siz nə dərəcədə effektiv olacağını düşünürsünüz mənim onlayn qoşulmağımı? Əsasən ünsiyyətdə problem yaradacağını düşündüyüm üçün biraz tərəddüdlüyəm. Ümumiyyətlə, onlayn təlimlərimiz, bizdə HR Option-da buna çox qısa deyinim, digər suallar varsa onları alaq. Ümumiyyətlə, HR Option-da olan onlayn təlimlərin keyfiyyəti ilə bağlı bunu 100% olaraq deyə bilirik. Çünki bu təlim onsuz da onlayn təlimdir. Amma offline təlimin hibrid formatı təbii ki, offline təlimdən və 100% onlayn olan onlayn təlimdən fərqlidir. Çünki təlim düşünün ki, offline formadadır. Amma siz hibridi onlayn olaraq bağlanmışsınız. Demirəm keyfiyyət olaraq, məsələn, 70-in altındadır. Amma məsələn, mən ona 70-75 deyərdim. Ona 100 deyə bilmirəm. Amma səbəb o deyil ki, orada olan məlumatı ya eşitmirsiniz, ya internetlə bağlı nəsə bir problem var. Sadəcə dediyim kimi, offline-ın hibrid olaraq almaq, o 75 garantiya verə bilərəm mən o ilə bağlı. Həm mövzuya hakim ola bilirsinizmi, tapşırıq edə bilirsinizmi, bu tapşırığınızı yoxlanırmı, öyrənirsinizmi, öyrənirsiniz. Amma bir 25% və ya 20%, məsələn, mənim də bilmədiyim bir proses ola bilər ki, orada məsələn, o tam olaraq offline-da offline, online-da online'in keyfiyyətini verməsin. Amma hibrid olaraq... Amma yəni qoşulmaq... Amma mümkündür də qoşulmaq. Yəni, məsələn, əsas mənə narahat edən odur ki, mən onlayn qoşulsam, qalan hamı ənənəvi üsulla qoşulsa, həm onlara problem yarada bilərmi iştirakçılara və yaxud da təlimçilərə? Yox, bizim onlayn təlimlərdə, offline təlimlərdə üzr istəyirəm. Onsuz da regionlardan qatılanlar var, ölkə xaricindən qatılanlar olur. Yəni, birinci keysimiz deyil, narahat olmayın Ceyran xanım. Yəni, ölkə xaricindən təlimlərimizə iştirak edənlər olur, narahat olmayın. Buyurun, Arzu xanım, buyurun siz. Axşamınız xeyir. Mən də webinarın təşkilində əməyə keçən HR Option komandasına, eyni zamanda spikerlərə təşəkkür edirəm. Sualım ortayadır, istənilən spiker cavablandıra bilər. Bu Workforce Planning işçi qüvvəsinin planlaşdırılması ilə bağlı olacaq. Mən belə deyim, 12 minə yaxın işçi əməkdaşı olan bir şirkətdə çalışıram və müxtəlif departamentlərdən və şöbələrdən mənə sorğular gəlir ki, mənim işçim yoxdur, işçi qüvvəsi lazımdır, mənə işçi verin. Mən müəyyən təhlillər aparıram, yəni şirkət nə böyüməyib, nə kiçilməyib, turnover həmin strukturda elə də yuxarı deyil, demək olar yoxdur. Həmin strukturda heç bir layihə tətbiq edilmir, yeni avadanlıqlar yoxdur, amma yenə də departament və yaxud da şöbə rəisi işçi istəyir. Başqa hansı kriteriyalara biz önəm verə bilərik, baxa bilərik ki, doğrudan da planlama lazımdır həmin struktura və yaxud da şöbəyə? Təşəkkür. Buyurun, çox sağ olun sual üçün. Naibə xanım, bu sualı əslində sizə yönəldirmək istəyirəm. Mən səriştəliklərə bağlayardım. İlk ağlıma gələn, orada çalışan və ya işə götürülən əməkdaşların artıq səriştəlikləri yetərsiz olduğu üçün bəlkə belə bir ehtiyac yaranıb. İlk ağlıma gələn odur. Yəni, əgər normal, məsələn, 10 işçi var idi, yenə də 10 işçi çalışır, heç bir layihə yoxdur, ya da, nə bilim, dəyişiklik deyək ki, yoxdur. Bunda daha sonra işə götürülən işçilərin və ya vəzifənin öhdəliklərində müəyyən dəyişiklik olubsa və ya nəsə bir dəyişiklik olubsa, işin özü ilə bağlı, bəlkə də burada səriştələrin yetərsizliyinə görə belə bir ehtiyac yaranmış ola bilər deyə düşünürəm.
Mənim şəxsi fikrim. Buyurun Aybəxan. Real case danışa bilərəm sizə. 3 il bundan qabaq bir şirkətdə işləyirdim HR direktor olaraq və orada mən gələndə şok olmuşdum sözün əsl mənasında. Çünki procurement addiyalı var, şöbəsi var idi və procurementda 25 nəfər işçi işləyirdi. Açığı procurementda bu qədər işçinin işləməsi, yəni mən düzgün hesab etmirəm. Yəni şirkət istehsal şirkəti idi, bu qədər ehtiyac var mıydı ki procurementa? Mən artıq təhlilə başladım və sonda gördüm ki bu qədər işçi ehtiyac yoxdur. Və bu şirkətin procurementu axırı o qədər konflikt yarandı ki, procurementın daxilində procurementi böldülər, 2 şöbəyə ayırdılar. Daxili procurement, xarici procurement, hətta procurement menecerlər belə konfliktə girmişdilər, rəqabətə getmişdilər. Sonda nə olurdu? Bəlkə kimsə üçün aydın olmur. Daxili satlama, xarici satlama nəzərdə tutulur. Aha. Və nəticədə nə oldu? Hər iki tərəf dayanmadan vakansiya açırdı. Deməli 25 nəfər kifayət etmirdi. Hər iki şöbə xarici və daxilidə vakansiya elan edirdi. Sonda mən şirkətin rəhbəri ilə, sahibi ilə çalışırdım. Mən təhlili apardım və təhlilin nəticəsi göstərdi ki, bu qədər işçiyə nəinki vakansiya yaratmağın ehtiyac yoxdur, hətta orada sakraşenlər getməlidir, ixtisardan getməlidir və təhlilin nəticələrinə istinad olaraq şirkətin sahibi razılaşdı. Yəni, bilirsiniz, hətta biz ekspert belə çağırdıq. Yəni, mən özüm təhlili aparandan sonra özüm də bir procurement eksperti də çağırdım. O ekspertdə bütün şirkətin procurementını 10 nəfərə, yəni 10 nəfərlə idarə edə biləcəyini belə qarantiya vermişdi. Hətta planlama üzrə də gedirdilər. Yəni, burada insanların nə planlama aparmağı, nə təhlil aparmağı, nə işin keyfiyyətini, nə iş nədən ibarətdir, tam anlayışı olmadıqları üçün belə bir nəticəyə gəlirlər. Orada da HR-ın vəzifəsi odur ki, təhlili aparıb nəticələri paylaşmaq, amma bəzən bu kifayət etmir. Çünki ortada konflikt də olur, şirkət sahibi də procurement dediyinə də qulaq asır. Yəni, burada biz kompleks məncə yanaşmaq lazımdır. İclaslar tərtib edib, iclasda bunu müzakirə etmək lazımdır, eksperti cəlb etmək lazımdır. Yəni, belə. Təşəkkür edirəm, çox sağ olun. Okey, yoldaşlar, artıq 1 saat 50 dəqiqədir başlamışıq. Bilmirəm, başqa sual olan yoxdursa, artıq yekunlaşdıra bilərik deyə düşünürəm. Hə, təbii ki, bəlkə də sonradan suallar yaranar ya da bəzi sualları kimsə verməyə deyək ki, çəkinir. Ümumiyyətlə, bugün gün ərzində soruşsanız, bəlkə də sizə geri dönüş gəlməyə bilər, saat gecə olduğu üçün. Amma siz ümumiyyətlə bizim əməkdaş komandaya yaza bilərsiniz. Nəsə suallarınız varsa, bu hansı mövzu ilə də bağlı ola bilər, ümumiyyətlə bu Recruit 361 ilə də bağlı ola bilər. WhatsApp üzərindən və ya daha sonra dediyim kimi komanda burada sizə çalışıb məlumatları ötürməyə çalışacaq. Belə görəm sual yoxdur. Varsa nəsə qeyd olan Naibə xanım, İsmixan bəy? Mən sadəcə təşəkkür etmək istəyirəm. Hamınızı da kursumuzda görməyə şad olardım. Okey, çox sağ olun Naibə xanım, İsmixan bəy, Emiliya xanım. Heç də gecəniz xeyrə, bilmədim, başqa bağlanışı necə eləyim bilmədim. Hə, heç də yavaş-yavaş sağollaşa bilərik, belə başa düşün. Sağ olun. Buyurun, sağ olun. Yoldaşlar, gecəniz xeyrə qalsın. Sağ olun. Sizin də gecəniz xeyrə qarşı, sağ olun. Sağ olun. Maraqlı idi. Çox sağ olun, Yəni xanım, təşəkkürlər.